dirilişdən sonra yaşanan gərgin anlar. Şahnaz oğlunu ilahiyə göstərəcəkmi? Siz narahat olmayın, almaq istəmir. 39 il əvvəl Azərbaycandan küsüb gedən kimin yaxınıdır? Bütün bunların səbəbkarı atamdır. Sən axtarıram həmin şəxsi İrkutskdan hardan tapdı? Vəzifə, pul, hamısını itirmişəm. Aylar öncə qaynanasının yanından itkin düşən Çinarə. Öldürüb qaynanası qızını. Əməkdaşlarımız Çinarə ilə bağlı hansı bölgəyə getdi? Sifəti teyqan idi. Və nələrlə qarşılaşdılar? Xoşqədəmli veriliş gəlib ölüsünü çıxardıblar həyatdan. Az sonra Sən axtarıram da. Sonsuz yollara verdim qəlbimi. Taleyim ümmanda tənha bir gəmi. Çox yaxın bildiyim nə uzaq imiş. Xoşbəxtlik üfüqdə bir ilğım kimi. Hoş gördük hər birinizi. Bizi bütün dünyada izləyən değerli tamaşaçılarımız, nə yaxşı ki varsınız və nə yaxşı ki Rəbbim bizə nəsib edir ki, hər gün sizlərlə salamlaşaq, hər gün sizlərlə görüşək. Bugünümüzə min şükür. Bugün də maraqlı bir efir olacaq. Çox gərgin bir efir oldu dünən bu Sən axtarıramda. Türkiyədən İlahənin oğlu evladı məndədir deyib Türkiyədən Sən axtarıram Azərbaycana gələn Şahnaz xanım dünən studiyadan sonra gərgin anlar yaşandı əziz tamaşaçılarım. Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc xanım o cümlədən mən saatlarla Şahnaz xanımla görüşdük. Yəni bu görüntüləri də siz görürsünüz. Gərgin anlar yaşandı həqiqətən də. Mən buradan Narınc xanıma təşəkkür edirəm ki, həqiqətən də dünən mən bir daha psixoloqun nə qədər hər bir insan üçün, hər birimiz üçün önəmli olduğunun şahidi oldum. O gərginlik, o həyəcan, o qışqırtı Şahnaz xanım özündə değildi. Yəni dayanmadan bağırır, ağlayır. Bütün o belə deyək gərginliyi məhz psixoloqumuz Narınc xanımın köməyi ilə biz arxada qoyduq. Ona görə də çox dərin təşəkkürümü bildirəm. Bugün Narınc xanım yoxdur, amma Narınc Psixologiya Mərkəzinin digər psixoloqu Elnur müəllim buradadır. Həqiqətən də Elnur müəllim sizin işiniz çox çətindir, amma həm də başa düşüm ki, hər birimizə bir psixoloq lazımdır. Mənim psixoloqum olardınızmı? Şərəf verərsiniz. Hər insana bir psixoloq, bir psixoloqa da iki psixoloq lazımdır. O da doğrudur. Belə, biraz sonra davam edəcəyik. İlahə də buradadır. İlahə də buradadır. Amma öncə qonaqlarımın təqdimatını etmək istəyirəm. Vasif Akifli, Azərbaycan Uşaqlar Birliyinin sədr müavini. Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkilimiz Şəfiqə Nağıyeva. Həmkarım Rövşən Rəsulov. Və Narınc Psixologiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov. Xoş gəldiniz. Dediyim kimi bugün çox maraqlı anlar yaşanacaqdır Sən axtarıram əziz tamaşaçılar. Öncə ilahə məsələsinə yenidən dönməliyəm, amma dönmədən öncə gəlin itkinlərimizlə bağlı məlumatlara qısa bir nəzər salaq. Əsədov Azər Bəxtiyaroğlu axtarılır. Həsənli Çinarə Cəlil qızı axtarılır. Hər kəs bilir ki, Lənkəranda qaynanasının evindən yoxa çıxıbdı. Bizim əməkdaşlarımız axtarış üçün, araşdırma üçün Lənkərana getmişlər. Arzu xanım buradadır. Qalxın Arzu xanım, sizi kameralarımız görsün. Və bugün Arzu xanım artıq buradadır. Çox maraqlı faktlarla əməkdaşlarımız geri dönübdür. Digər itkinlərimizə keçək məlumatları. Abdullayev Elşən Ruşanoğlu axtarılır. Rusiyada itkin düşən Abbasov Cəfər Ləzimoğlu axtarılır. Abdullayev Abdullah Qəzənfəroğlu axtarılır. Əliyev Zülfüqar İsmailoğlu axtarılır. Əliyev Tahir Zahiroğlu axtarılır. Şərbətov Möhtəmən Həsənağaoğlu axtarılır.
Fərzəliyev Ümid Əlqasımoğlu axtarılır. Abbasov Nəriman Təvəkküloğlu axtarılır. Rəşidov Məcid Məhəmmədiyyə oğlu axtarılır. Əliyev Maşallah Baxşeyiş oğlu axtarılır. Axtarışlarımız bax bu şəxslərlə bağlı tamaşaçılar davam edir və tamaşaçıların içərisində də hər dəfə mən söz verirəm. Görürsünüz, xahiş edirəm kameralardan, rejissorumuzdan göstərin. Bu insanlar öz yaxınlarını axtarırlar burada və yeni bir əslində axtarışı gedir, amma yenə də ad soyadını təkrar et. Kamran, bilirsiniz, Qusardan yoxa çıxmışdı, Quba rayonundan yoxa çıxmışdı, axtarışımız gedir. Əskərlikdən geri dönür və sonra geri dönməlidir əskərliyə. Bakı şəhərinə çıxır və sonradan Kamrandan heç bir xəbər yoxdur. Axtarışlarımız gedir əziz tamaşaçılar. Əgər bax bu şəxslərlə bağlı hər hansı bir xəbəriniz varsa, sosial şəbəkələrdə hesablarımız var. O cümlədən veriliş gedərkən efirə qaynar xətti siz görürsünüz. Zəng edin, məlumatları verin. Kiçicik bir məlumat belə bir böyük axtarışı, uzun illərdir davam edən axtarışı, 30, 40, 50 il sürən axtarışa, nigarançılığa son qoya bilər. Ona görə də xahiş edirəm bu bölməyə çox diqqətlə baxın. Eyni zamanda verilişimiz efirə gedərkən ikili ekranlarda həmən şəxslərin şəkilləri gedir. O bölümə diqqətlə baxın əziz tamaşaçılar. İnanıram ki, hər birinizin qəlbində kiməsə kömək etmək, savab qazanmaq istəyi var. Savabı birlikdə qazanaq. Verilişdən sonra yaşanan gərgin anlar. Şahnaz oğlunu ilahiyə göstərəcəkmi? Siz narahat olun, almaq istəyin. Az sonra Sən Axtarıram da. Həftələr öncə Sən Axtarırıma gəldi. Həftələr öncə tamaşaçılar 17 il əvvəl gənc yeniyetməykən bir səhvimin ucbatından gənc bir qız, gənc bir yeniyetmə bir səhv etdim Xoşgədəm xanım. 17 il əvvəl uşağı dünyaya gətirdim və sonra valideynlərimlə, yaxınlarımla gizlədərək yanacaq doldurma məntəqəsinin birinə 2 qadının köməkliyi ilə attım dedim. Qısa, bütün həftələr boyu bizdəki müzakirələr, İlahənin söylədikləri, ekspertlərin söylədikləri nələr yaşandı, nələr izləyək. 99-cu ildə bir oğlanla tanış oldum. Bu oğlanla görüşdük, 18 yaşım var idi. Mənə dedi ki, hər şey yaxşı olacaq, ailə qurasıyıq. Ondan sonra bundan səs soraq görmədim yəni. 8 ay üstündən keçdi, gördüm, bəs hamiləyəm, başa düşmürdüm. Qonşu gəlin var idi, medsestraydı, getdim yanına, bu yoxladı, dedik, sən hamiləsən. Dedi, mən sənə kömək eləyərəm. Gətirdi məni Mingəçevrə, həmən bacısgilə. 20 ay günü idi, biz onlarda qaldıq. Həkim dedi, bəs elə bir iynə vurarıq ki, uşaq ölü doğulsun. Dünyaya gətirdim uşağı, uşaq ağladı. Uşaq ağladı, mən ağladım. Götürdüm əlimə qapqara, qaş gözü, qəşəng dodaqları, burada balaca xalı. Zibil paketi kimi qonşular görməsin deyə pəncərədən verdilər uşağı mənə. Götürdüm əlimə, gətirib bu zapravqanın yanına dedilər, qoy bura, burada onu tapacaqlar. İki ağlım olsa eləyərdim belə bir səhvi, Allah mənə bağışlasın. Qızdan qızım var, oğlandan oğlum var, amma yenə də uşağın yeri tam başqadır, onunu da bilmirəm. Qızın mı, oğlun mu İlahə? Dəqiq bilirsənmi ki, o uşağın cinsiyyəti nə idi? Bilmirəm, xoş gəldin xanım. Görmədim, göstərmədilər mənə. 18 yaşında qız 2 dəfə görməklə oğlanı ondan necə münasibətli olur? Məndən kimin acığı gəlir gəlsin, bax deyəcəm sözümü. Bir, ikincisi də ki, bu uşaq dünyaya gəlir. Bu uşağı bir özün aç bax, bu oğlandı, yoxsa qızdı. İndi gəlib burada ağlayırsan, ay mənim balam, hansı baladan danışa bilərsən? Sən heç bunun cinsiyyətini tanımırsan. Zibilin içinə uşağı bir zibil kimi aparıb atmışsan. Mən bu sirri ölənə qədər özümdən apara bilərdim. Onu kimsə götürüb, bir indi satıblarmı, bağışlayıblarmı, neyiniyiblərmi, kiməsə veriblər o uşaq böyüyür. İndi o uşağın həyatına nə mani olursan? Sadəcə mənə lazımdır, uşağım sağdımı, salamatdım, mən orada qoydum, getdim. Vicdan əzabından azad olmaz. Vicdan əzabı çəkirəm, əlbəttə vicdan əzabı çəkirəm. 17 ildir məni vicdan əzabı rahat qoymur. Nə qədər
belə qəddar insan olasan ki, istəyir 18 yaşın olsun, istəyir 17 yaşın olsun. Canlını zibil paketinə qoyasan, apalım zibil. O mənə ağrı verir bu günə kimi ki, onu pəncərədən mənə zibil kimi verdilər. Canlını zibil kimi orada yəni zibil paketinə qoyulub uşaq atılmıyor. Uşaq evinə, ya başqa bir yana. Ya kiməsə verirdiniz, aparıb uşaq evinə. 17 Deyil, elə də geç zamanı deyil. 2000-ci ildə Cəmalə xanım, indi internet var, indi biz yeni yetmə qızlar hər şeyi bilir. O vaxt təcrübəsiz bir qız idim. Sağdı, salamat. Sərin keçirtmirsən axı sən. Sizə elə gəlir o. Mən 17 ildən keçirtmişəm, bir mən bilirəm, bir də Allah bilir. Şahnaz xanım sabah studiyada olacaqdı. İlahənin övladıdır, dəqiq bilirəm. Danışdıqları eynidir, bilirəm deyib. Amma Maya var burada. Mən o qadını saymıram. Onu dinən gülüşləri gördüm. O elə qızını atdı. Elə vəziyyətdə qoyub, mən niyə görə çıxmalıyam? Mən dinkat verməyəcəm, mən o ana deməyəcəm. O mənim anam deyil. Sağ ol qızım, sağ ol, çox sağ ol. Allah səni öz valideyninə, öz isti ocağına qovuştursun. Gözlərindən oxşuyurdu. Oxşarlıq var. Varmı Elnurə xanım? Tamaşaçılara mən sual verirəm. Varmı oxşarlıq? Sənə hər şey bağışlayaram. Valla bağışlayaram səni. Niyə sən elə fikirləşirsən ki, İlahə sənin anandır? Mən bura girən kimi hiss elədim bu mənim anam. Dəlisi qaynadım buna. Valla qadının problemi var. Psixi problemi var. Artıq psixoloji da deyil. O da ana istəyir, o da ana görmək istəyir. Siz onu necə etələdiniz xanım? Siz onu... O ehtiyac duyur. 30 yaşı var, o necə mənim qızım ola bilər? Biz demirik ki, siz ona qız deyil. Mən ona bacarım. Bacı kimi də qəbul etmədi. Bacı kimi qəbul etmədi. O gəlib burada deyəndə ki, mən İlahənin qızıyam, biz günlərlə onu başa salmağa çalışdıq. Amma o bax bu günləri belə çıxanda sən ona qucaq açmalıydın. Sən onu necə itələdin? Yəni belə eləməliydin, sən onu necə itələdin? Allah rəhmət eləsin, sənin öz ananı tapsınlar. Allah sənə öz ailəvi, isti ocaq qismət eləsin. Amma qızım, mənim balamın 17 yaşı var, incimə. İlahə olayı ilə bağlı zənglər dayanmır. O qədər müraciət edənlər var ki. Amma indi mən bir şəkil göstərmək istəyirəm. O uşaqdan sonra sizin digər uşaqlarınız da dünyaya gəldi. Varmı bir oxşarlıq? Var, oğlumdan çox oxşuyub. Oğlumun balacalığıdır kopya. Ne kadar oğluma. İlahənin oğlu ilə bağlı bütün xəbərlər məndədir dedi. Türkiyədən studiyamıza gəldi Şahnaz xanım. İlahə ilə bağlı hər şeyi bilirəm dedi. İlahə odur. Neden istiyorsun o çocuğu şimdi sen? Ben çocuğu istemiyorum. Siz kaç yaşında evlendiniz? Sorma sahibi olmasın. 2004. 2004'te. Evet. Ama siz 2004'te kocanızın kollarının üzerinde uyuduğunuz zaman ben ama onu tırnaklarımla parmaklarımı emziği yaptım. Ben yaşamadım. Ben kimseden çocuk almıyorum. Ben öyle günaha batamam. Ben onun kokusuyla yaşıyorum, onu biliyor musunuz? Yine de yaşayın. Ben küflü ekmek yedim ama ona en kalite markalar giyindirdim. Sağ olun, iyi annelik onun yapmışsınız. ismini Nicat verdim ki o benim umudum olacak. O benim nicatımdı, o benim dağımdı, o benim yakamozumdu, o benim açılan sabahımdı. Yaşandı dünən və Şahnaz xanım studiyamızdadır, əziz tamaşaçılar. 17 il əvvəl baş verən hadisələr burada Səni Axtarımda müzakirə olunacaq və Şahnaz xanım buyurun studiyaya. Reklamlarımız var. Verilişdən sonra yaşanan gərgin anlar.
Şahnaz oğlunu İlahiyə göstərəcəkmi? Siz narahat olmayın, almaq istəmirəm. Az sonra Sən Axtarıram da. Hanım studiyamızda da tamaşaçılar. Dünən efirdə Şahnaz xanım burada gəldi. Həqiqətən də yəni təkcə bizi yox, ekran qarşısında əyləşən yüzlərlə, minlərlə insan sizin üçün ağladı Şahnaz xanım. Dünənki bizim verilişdən qısa bir xronika, xatırlatma olmalıdır. İzləyək Şahin. Bu resme bakıyor, benim çocuğum aynısı. Onu büyüten anne benim. Neden bana yaklaşmıyor? Neden demiyor ki Allah razı olsun? Senin oğlun da var, kızın da var. Sayın avukatım, benim bir kimsem yok. Ben onunla böyle yaşadım. Onunla büyüdüm. Ama bu kadın böyle. Seyrem. O kadar siz güzel, merhametli bir insansınız ki, o kadar övladınıza, bəli, övladınıza bağlı birisiniz ki, onun o övladı değil, o mümkün değil. Və Xoşqədəm xanım, mən neçə gündür sizə də bunu deyirəm, söhbətlərimizdə də demişəm, qadının məqsədi uşaq deyil. İlahə, sadəcə vicdanının rahat olmağını istəyir. Ben buraya yine de vatanım için geldim, yoksa gelmezdim. Allah bin kere de razı olsun Xoşqədəm Hanım'dan. Türkiye'ler için gelip çıktılar, çekim yaptılar, çok eziyetler çektiler. Ama bir şey için benim oğlum bunlara bir söz dedi orada. Ben belki de dedi annemi izin vermezdim çıksın ortaya. Ama ne için çıktım hatırlayır mısınız? Yarın evlenirimse korkuyorum evlenmeye. Öz kız kardeşimle evlenmiş olurum sen. Ne ederim ben o zaman? Bunun için geldik biz. Bunun için geldim. Başka için yok. Eğer Allah şahidim olsun. Yoksa ömür boyu ben çıkmazdım ortalara. Şahnaz Hanım biliyorum. Anlıyor musun? Benim hatam yüzünden çok acılar çektim. Sevimi benseydi ne yapacaktın? Hem bacı kardeş abi kız kardeşinin evlenmiş olur, doğru mu? O çocuk sonra intihar etseydi ne olacaktı? Olmuş artık. Hatasız kul olmaz. Hiç kimse sizin elinizden çocuğu almıyor. Her şey sizin izninizden. Sizin kararınız olacak. Eğer siz izin verirseniz ben oğlunuzu göreceğim. Eğer izin vermezseniz ben buradan çekip gideceğim. Ben buradan çekip gideceğim. Senin hemşiren çocuğun saklı zamanı Ben sizi bağrıma basmak için geldim. Benim oğlumu kollarınıza aldınız, büyüttünüz, iyi annelik yaptınız. O güzel kalpli insanı ben buraya sarılmak için geldim buraya. Ben size bana büyük abi olasınız. İkimiz bir yerde bir çatı yanında olalım diye geldim buraya Şahnaz Hanım. Kömək eləyin Şahnaz xanım özün pis hiss edir. İlahə özün pis hiss eləyir. Hər iki qadın üçün çox çətindir. Biri 17 il tək başına övladlar böyüdüb. O birisi 17 il əvvəl tək
kimsəsiz, məsum, məzlum, gənc bir yeniyetmə olaraq bütün qızlıq xəyallarını, qadınlıq xəyallarını əlindən alan bir kişinin qurbanı olaraq məcburiyyət qarşısında qalıb övladını atıbdı. Düzdür, keçən dəfə Şəfiqə xanım da qınadı, gördünüz o görüntüləri və onun danışıqlarını verdik. Bağışlanılmaz, atmamalıdır, belə olmaz. O cümlədən bir digər ekspertlərimiz, Kəmalə xanım, başqa kimlər var idi? Sən də mi qınamışdın? Yəni, hər kəs qınadı. Amma xahiş edirəm, ilahəni kimsə qınamasın. Ekran qarşısında əyləşənlər də deyəcək ki, Xoşgədən belə qadınları müdafiə edir. Əsla, əsla müdafiə etmirəm. Amma özünüzü ilahənin yerinə qoyun. Bu mənim fikrimdir. Yox, mən ilahənin yerinə özümü qoyub fikirləşirəm ki, 16-17 yaşında bu səhvi etsəydim, 17 il sonra... İlahiyə deyilən sözlər deyildi. İlahiyə deyilən sözlər deyildi. Bir saniyə, icazənizlə. Və Şahnaz xanım, sizdən bir xahiş edirəm. İlahə bura sizin uşağınızı almağa gəlməyib. Öncə gəlin, siz bir danışın, suallarımıza cavab verək, həyat hekayənizi dinləyək. Bəlkə ki, uşaq ilahənin deyil. Yəni, dünən mən başa düşürəm, siz ilahə olmasın, başqa bir qadında olsa, siz böyütmüşsünüz, siz necə zəhmətlər çəkmişsiniz. Sizin əlinizi bir uzadın, qoyun tamaşaçılar görsün. Zəhmətkeş bir qadındır bu. Zəhmətkeş, baxın onun əllərinə, baxın o əlinin qabarı ilə xarici ölkədə, nə olsun ki, qardaş ölkə deyirik, Türkiyə deyirik, yaşamaq üçün necə mücadilə verdiyini mən bilirəm. Hissiniz, həyəcanınız bəllidir. Amma lütfən sakit, əsəbləşmədən, yəni sakitcə həyat hekayəmizi danışaq. Öncə sizi tanımaq istəyirəm mən və bu arada dünəndən danışacağımız o şəxs var idi ki, Pənah bəydim adı, Şahin, Bəhram bəy ilk dəfə 17 il öncə ilahənin atdığı körpəni tapıb qucağına alan Bəhram bəy xəttədir. Bəhram bəy, xoş gördük sizi. Alo. Xoş gördük sizi Bəhram bəy. Eşdirəm, Xoşgədən xanım. Xoş gördük sizi. Canlı yayımdasınız, hal-hazırda hər kəs sizi dinləyir. Mənə dedilər ki, siz ilk dəfə 17 il əvvəl o uşağı qucağınıza alan siz olmusunuz. Bəli, bəli. Danışa bilərsinizmi onu bizə? Buyurun, niyə danışmıram Xoşgədən xanım? Buyurun. Gecə saat 1-dən sonraydım. Eşidirsiniz mən? Bəli, bəli, eşidirəm. Buyurun, buyurun. Hər kəs sizi dinləyir. Hazırda gecə saat 1-dən sonraydı. Mənim iş yoldaşım vardı. Daimi bizdə çöldə. Bilədik ki, xidmət aparatı çıxasam olur çöldə. O pəncərəni döydü ki, mənə çağırdı ki, çöldə uşaq səsi gəlir. Bu heyvan səsinə də oxşuyur, uşaq səsinə də oxşuyur. Allah. Alo. Buyurun. Hə, mən qapını açdım, çıxdım çölə, çıxdım zaborun dibinə, amma bir onda sizə deyim, siz anonslarda, reklamda bizə. Bu xanım özü də orada söylədi ki, mən dəqiq xatırlamıram, mənim 17-18 yaşım var idi. Alo. Buyurun Bəhram bəy, mən sizi eşidirəm, buyurun. Mən bu uçaq heç bir şey yox idi əynində. Yanın altında əl dəsmalı bir şey vardı. Əl dəsmalı boyda. Uşağın göbəyi də üstündəydi, kəsdi mən. Aha. Bəli, mən o uşağı götürdüm, hava soyuq idi. Biraz axşam idi. Mən o uşağı götürdüm qucağım. Mənim iş yoldaşlarım var, Məmmədov Vəfadar, Əbdurrahmanov Yusif, o deyişən. Bunlar özlərini çatdırdılar. Uşaq 4 dənə itin ahadəsindəydi. 4 dənə itin. 4 itin arasında. Əhatəsindəydi, bəli. 4 dənə itin əhatəsindəydi.
Biz uşağı götürəndən sonra götürüb adası 10. Buyurun. Hə, mən o uşağı götürdüm. Ama həmin tane maşın keçdi orada. Hətta yəni götürməsək maşın uşağı da vura bilərdi. Ben mənim yoldaşım mənimdən teynəşqanı çıxart. Uşağın üstünü atdıq, uşaq səsini kəsdi. Bu sizin yanınızda, bağışlayın, mən bir sual verim. Televizor var yanınızda. Bəli, mən baxdım sizə. Xətt tez qırılır, ya nəsə yanınızda, sizi yaxşı eşidə bilmirəm. Mənə tapdığınız, yenidən Şahin, yenidən yığın, çünki xətt qırılır, gəlir, doğru dürüst eşitmir. Bir də xahiş edirəm Şahin, Bəhram bəyə çatdır ki, biz onu eşidirik. 2 dəqiqədən 2 saniyədən bir dayanıb deyir, məni eşidirsiniz, məni eşidirsiniz. Eşidirik onu. Ona görə danışsın. Şahnaz xanım, öncə bu sualıma cevap almaq istəyirəm. Şahnaz xanım necə oldu gedib Türkiyəyə çıxdı? Benim komşularım var idi. Azqa Türklər. Onlarla beraber Bursa'ya yerleştim. Neçə il öncə? 2005. 2004. 2004-cü ildə? Evet. Bursa'ya yerləşdiniz. 2004. Burada çok tanınmış bir insanın gəlini olmuşsunuz. Evet. Doğru. Doğru mu? Evet. Nesimi rayonunun emniyet müdürünün gəliniydim. Nesimi rayon polis idarəsinin rəhbərinin gəlini olmuşsunuz. Evet. Aha. 2004-cü ilə qədər, yoxsa? Hayır. 2002'de bu çocuğu aldıktan sonra 1 yaşında beni boşadılar. İstemediler çocuğu ki çöpten bulunan çocuk bizim torun olabilmez. Kayınvalide bunu yapıyor. Yasemin Hanım. Ayrıldınız. Evet. Boşattırdı beni. Aydın. Çocuğu istemedi kayınvalide. Yaxşı, getdiniz Asıqa türkləri ilə yerləşdiniz Bursaya. Daha öncə Türkiyəyə gedib gəlirdiniz? Hayır. Gedib, necə oldu ki birdən-birə Asıqa türkləri? Değil mi? Herkes özür diliyorum hepinizden. Çocuk Buyurun, sokakta oynadı böyle. Kumla oynuyordu, böyle kobalar var idi. Çocuğun başına böyle kumu dökür ya. O zaman komşu çıktı. Çocuk o zaman komşum vardı Asqa Türkleri. Dedi ağlama dedi. Dedim ben bıktım bu çocuk kadın. Çocuk oynuyor herkes. Ki bunu. Çünkü o mahallede evlatlık etti ya. Getirdi biz bir yerden onu. Siz uşağa evlatlıq edindən sonra köçmədiniz oradan. Hayır. Elə həmən evdə Aynı yerde kaldım Və mahallede. orada uşaq başqasının uşağıdır deyib alay etdilər, lağ etdilər və siz də məcbur oldunuz. Evet. Asıqa türkləri ilə getdiniz Bursa'ya. Evet, oraya yerleştim. Bəs valideynləriniz yaxın? Valideynlerim yokuydu benim. Ölmüştü annem. Bir babam var idi, o da Kaliningrad, Pribaltika. Oradaydı. Baba da hiç bakmadı yüzüme. İstemediler ki bunu. Bu çocuk baba da istemedi. Babama dedim anne öldükten sonra eşim boşadı beni. Kayınvalide istemedi bu çocuğu. Dedim senin yanına... Neçə il ailəli oldunuz həmən kişi ilə? Biz mi? 7 uşaq olmurdu ama. Hayır ben Litvanya'da tedavi gördüm. Olmadı, doktorlar dedi ki ben suçlu, günahkar benim. O zaman ben de dedim Perviz dedim. Hiçbir şey istemiyorum. Bir evlat al bana. Ben çocukla kalırım. Zaten kimsem yok, kardeş yok, bacı yok. Ben bu çocuğu büyüdürüm, sen de git evlen, hoşbeht ol. O da dedi tamam. O dedi hayır bırakmam seni. Ama 1 yaşında bıraktı. Mayıs'ın 2'sinde 1 yaşını kutladık. 11'inde ayrıldık. Evi terk etti. Ben kaldım bunu. Annem de ölmüştü. Babama dedim gelin Kaliningrad'a senin yanına yerleşim. Babam dedi istemiyorum yurda ver bunu. İnt yerine at. Ora ver. Vermedim. Yine Kaliningrad'dan geri dönüş yaptım buraya. Bakü'ye. Sebaylı rayonu. Orada ona buna cemaşir yıkadım. Para yok, pul yok. Paltarı yoğurdum böyle.
Halı yoğurdum böyle. Ona mama alırdım, süt alıp yedirtirdim. Burada 8 ay. 2 dişe çıktık böyle. Çikolata dağıttım mahallede çocuklara. Oğlumun dişi çıktı, ilk dişi işte. Her günüm mutlu olurdum bundan büyüyordum. Acılarımı bundan avuturdum. İlk yürüyüşüne böyle kurban olurum ben onun. Ayağının leprine, ayağının izine kurban olurum ona. Bir şey demiyorum. Ben takdir ilahi. Kaderim böyleymiş. Aslan oğlum. Geceleri uyumadım. Kendim gıda mühendisiyim. Kaliningrad'da çalışmıştım var. Gecelerde pasta, yaş pasta, torta hazırlayırdım siparişten. Onu da sattım. Acı kalmasın, hastalanmasın. Burada 16 kilo bu. Tom bir iş böyle. Gücüm yetmiyordu kucağıma almak. Böyle. Burada türküler, komşularım vardı. Allah onlardan da 1000 kere razı olsun. Güzel sünnet düğünü yaptılar buna. İstanbul'dan sünnet elbisesi getirdiler. Rabbim onlardan 1000 kere razı olsun. Adanalılar. Davul zurnayla. Uşağı necə götürdünüz? Hardan aldınız bu uşağı? Bunu bir hemşire sattı. O zaman durumumuz çok güzeliydi. Vallahi billahi hemşire. Hatta hemşireden sorduk ki biz sokak çocuğu olma. Özür diliyorum hepinizden. Sokak çocuğu. Annesi kötü insan olmasın dedi. Hayır dedi. Bu çocuk dedi. Annesi çok temiz ailenin bir kızı. Sevda mənə bir salfet getirir. Bak şimdiki kimi çok hatırlamıyorum. Komşunun oğlu mu dedi yoksa komşuya konak gelmişti. Onun dedi gazabına düştü. Kız dedi çok suçsuz. Sorar mısınız? O zaman bu kızın saçları kınalı mıydı? Dedi kınalı uzun saçları var. Çok temiz ailenin kızı. Kardeşleri babası bilirse öldürür bunu. Rövşən, diqqətlə qulaq asın ki, yəni müzakirə obyektində çox hər kəs eşidirsinizmi? Biraz dərd danışsın ya da tamam efendim, tamam şəkil. Mən eşitmirəm şəxsən, deyirəm nə deyim? Yəni efirdə dinləyin ki, ben de çocuğu doğum evine götürdüm. Orada küveze koyulacaktı. Önce doktorlarla konuştum. Kontrol olsun, ciğeri, bir... Neyse, xınalı harda qalmışdı? Yəni orada... Kınalı saçları var idi. Sesi biraz aşağıya. Çok temiz ev kızıydı bu. Kötü ailenin kızı değil, sokak bunu kızı değil. Hemen tibb bacısı söyledi. Evet. O tibb bacısı hardan tanıyıbdı bu kızı? Onu götürüp, aldatıp getirip, nasıl aldatıp? Ben sana yardım ederim. Karnını korsayla dedi sıkmış. Korsa. Belini sıkmışsan ki belli olmasın diye. Karnın belli olmasın. Rayonda hep korsa giyinmişsen. Sonra da dedi ki... Ses biraz Şövqü ne edək ki ses eho verir. Sonra da hemşire anlattı ki bu kız sokak kızı değil. Bunu komşuya konak dedi. Yoksa, şimdi benim yaşım var kızım. Yoksa komşunun oğlunun bir gazabına düştü. Tamam mı yavrum? Ondan sonra dedi ki bu çocuk ölü doğulmalıydı. Kur'an-ı Şerif'e yeminler olsun. Bu çocuğun hiçbirine ihtiyaç yok. Gideyim sen onu al. Asla. İğne vuruldu. Bu çocuk ölü çıkmalıydı. Ama dedi doğulduğu zaman ağladı. Sen hatırlıyor musun? Dedi bir de çöp poşet ne poşet? Çöp poşeti. Ona koyup böyle çıkarttı. Yani zibil kimi çıxarıblar. Öyle zibil kimi çıxarılıb uşaq. Annem. Pencereden veripler sadece. Çöp poşetinde böyle geçirtmişsiniz. Yok hayır. Pencereden verilibdi. Ama yani belə sanki İlahə belə demişdi. Sanki zibildir yani çöptür. Elə şəkildə verilmiş ama bir adyala bükülmüş. Lacivert renginde lacivert. Kareli. Evet. Açık lacivert. Açık lacivert ne renktir? Ha? Göy renkte. Yok, kariçni renk. Kariçni mi? Yok ben lacivert. Qəhvəyi renkte. Aha. Açık uçuk. Bak düşünün ki bunun böyle. Danışın.
Karma karışık renkler idi ama... Evet, hatırlam. Bak bir tane de çapuru var idi. Çapur böyle bez. Onu ben görmedim. Onu görmüyordu ki hiç oğlanlığın kızlığını bilmir. Onu onlar Göbeği bağı da kirli. Böyle binta. Temiz, sterilize değildi. Aha, neyse devam edek. Aha. Bu çocuk evde doğulmuş. 8 aylık. 8 ayında tam doldurmamış çocuk. Doğru. Öyle olup 9 ay olmuyor ki zaten gelipdiler oradaki 8-9. aya keçen sen böyle demiştin. Uşaq doğuldu. Tam 9 ayında mı sen demiştin? Hayır. Hayır. 8 demiştin. Aha. Sonra burada bir de doktorlarım da tasdik etti. Bunu 16-17 yaşında kız çocuk doğurmuş. Göbek kordon bağından anladılar. Çünkü çok insan var idi. Annemle benim jinekologuydu rahmetli. Sonra dediler ki bunu temiz ilk karnına doğumu yapıp bunu. İkinci kere doğum yapan kız değil. O zaman ben sevindim. Yaxşı, uşağı bu tibb bacısına ben bir daha sual veririm. Bu tibb bacısını hardan tanıdın? Oradan başlayalım. Ben tanımıyorum. Kim bu tibb bacısını sizden tanıştı? O bir kadının evine getirmişti. Necə yəni bir qadının evinə? Həmən tibb bacısı uşağı gətirir bir qadının evinə, o qadını da siz tanıyırsınız. O qadın da bize sattı çocuğu. Para aldılar. Ne kadar para? $1 verdi rahmetli annem. Ne kadar? Tahmini annem doğruları söylemedi bana. Ama binin üstündeydi o zaman. Verdi annem. Biliyorum annem verdi. Uşağı götürdünüz. Uşağı götürdü doğum evine biz. Uşaq hardan gətirilmişdi Mingəçevirdən? Dedi ki Mingəçevirdən. Benim de eşim Gəncəliydi. Bunlar. Yalandan eşime dedim ki Gəncəli çocuğudur. Ama Mingəçevir çocuğuydu. Gəlin belə eləyək. Biz həmən Bəhram bəy xəttədirmi? Hə, yığın xahiş edirəm. Aha. Sonra doğum evinden 16 gün ben orada yattım. Çocuk çünkü kuvvezde kalmak zorundaydı. Çocuğun da doğrusunu söyleyeyim. Eğer orada deseydiler ki çocuk hastadır şeydi, Allah rızası için tedavi olacak ne olacak ama sakat çocuk istemiyordum. Açıkın diyeyim, durumumuz da iyiydi. Orada sanki bu çocuğun bir yanaklar var idi böyle. Bak bu yanaklar. Gözleriyle sanki yalvarıyordu. Ne olur bırakma beni. Vallahi billahi. Sanki ben arkadan böyle bakıyorum burada. Koltuğa koyuyorlar çocuğu, muayene ederler. Vallahi billahi başını böyle çevirip bana baktı böyle. Bir dəqiqə Şahnaz xanım. Bəhram bəy. Bəhram bəy. Alo. Hə, Bəhram bəy devam edək. Harda qalmış? Biz onu götürüp içeri geldik. Hatta bir 15-20 dakika sonra polis idaresine zehir vurdu. Polis emektaşları geldi. Aha. Ve biz onlarla birlikte onu Mingəçevir şəhər doğum evinə apardık. Ondan sonra orada diagnoz koydular ki bu 3 saat, 2-3 saatte anadan olmuş uşaqdır. Özde kız uşağıydı o. Oğlan uşağı değildi, kız uşağıydı o. Alo. Aydındır. İlahə, nəsə suallarım var. Mənə bir, Bəhram bəy, dəqiq bir də yeri deyin. Mingəçevirdə siz həmən uşağı harada tapdınız? Həmən yeri bizə təsvir edə bilərsinizmi? Bəli, bəli. Xoşadam xanım, siz birinci çəkilişdə Mingəçevir petrol yazılan yeri görürsünüz. O, baxın, İlahə həmən vaxtlar 17-18 yaşında olan bir qızdır. O xatırlamır. O deyir köhnə, orada da köhnə odur. Siz indi danışın. Harada tapmışsınızsa onu danışın. Aspetrol yanacaq məntəqəsindən təxminən 200 metr yuxarıda dəmir yolu var. Orada da keçən dünənlə baxdığımız düzdür. Orada zabor zad var ama bizim hissənin zaboru biraz gödəkdir. Ondan aşağıda zabor da var. Və o dəmir yolundan 20-30 metr yuxarıda bizim iş yerine yaxın bir yerdəydi o. Bizim iş yerine yaxın bir yerdəydi. Bəhram bəy, siz bizim prodüserlərlə danışarkən ilk oğlan demişsiniz, amma indi qız dediniz. Yox, Xoşqadam xanım, mən səhv oğlan deməmişəm. O əvvəldən qız uşağıdır, oğlan deyil, qız uşağı olur. Və siz Kənanı tanıyırsınız da? Bəli, Kənanla mən bir yerdə işləmişəm. Bəli, Kənanı da biz efirə qoşanda Kənan da oğlan demişdi. Yox, Xoşqadam xanım, o uşaq mənim qucağımda olub. Onu içəri mən aparmışam, mənim qucağımda olub o uşaq. Bu, xatırlayırsınız həmən tarixi?
Təxminən 99-2000-ci ildə, amma ay yadımda deyil Xoşqədəm xanım. Ay, yəni gəl onu da belə deyək də, yaz aylarıydı, payız aylarıydı, yay aylarıydı. Ən yaxşısı Xoşqədəm xanım, ən yaxşısı. O işdən ötəri yox, mühafizə orqanları 1-2-3 ay mən getdim, gəldim ora. Yəni bütün izahatlar var orada, hamısında var. Mingəçevir şəhər prokurorluğunda da, Mingəçevir şəhər polis şöbəsində də. Elimdə var. Alo. Aydındır Bəhram bəy. Üstündə, yəni uşağı götürərkən, uşağın uşağı nəyə bürümüşdülər, uşağın üstündə nə var idi? Bəhram bəy xəttədir. Hissəsində əl cib dəstini alınan da balaca bir şey var altında elə. Yəni biz uşaq ağlayırdı, möhkəm də ağlayırdı. Yox, uşaq adyala mı bükülmüşdü, rəngini xatırlayırsınız? Qadıb onun üstündə salarkən uşaq səsini kəsdi. Biz onu apardık otağımıza. 15-20 dəqiqədən sonra burada polis əməkdaşları onu dəqiq deyərdiniz də. Nəyi? Uşaq nəyə bükülmüşdü? Uşağa heç də yox idi. Demirəm, yanın altında əl dəsmalı boyda bir şey var idi. Lüt idi uşaq. Göbəkdə kəsilməmişdi. Göbeği kesilmişti. Göbeği de kesilmişti. Kesilmişti, hatta evde kaba kesilmişti. O doktorların kestiği gibi kesilmemişti kızım. Olabilir ama evet, göbeği de kesilmişti. Uşaq da qalın bir... Aydındır. Aydındır Bəhram bəy, çox təşəkkür edirəm sizə. Çox sağ olun. Ev kızıdır benim. Çok temiz ailenin kızıdır. Kınalı dedi, uzun saçları var. Sarı göğüçey bir kızdı. Sarı göğüçey. Bu takım elbise var ya, trikotaj, o da üzerimdeydi. Gəlin belə eləyək. Bax orada. Mən İlahə, bax bu uşaq, mənim nəzərdirmi, bu nədir belə, ha? Çox sağ olun. İlahə, bu adı neydi? Nicat. Nicat. Bu 17 il əvvəl Şahnaz xanımın götürüb böyütdüyü Nicatdır. Gəl buraya İlahə. Belki de senin olmayabilir. Bu uşaqda sənin övladlarına oxşarlıq varmı? Çox oxşuyur. Kimi oxşuyur? Şahin, o şəkilləri yanaşı verə bilirsinizmi bizə? Bu sizin oğlunuz. Yox, oxşamaya bilər, çünki atalar fərqlidir, yəni. Mütləq o deyil ki, oxşasın. Xalı da var idi uşağın burada. Deyəsən, hə? Xalı var idi uşağın. O, sizin bulduğunuz çocukta xal var mı? Burada. Bir küçük halı var. Ben hal için gelmedim ama hemşire var ya, medsestra. Bilmək olmaz. O konu. Mümkün değil. Zaten Şefika Hanım biz... Şahnaz Hanım, siz dünən böyük bir stres keçirdiniz. Evet. Qorxdunuz. Evet, korktum. Əlinizdən nicatınız alına bilər. Niyə adını Nicat qoydunuz? Ona güveniyorum. Beni bırakmayacak. Hadisə danışdınız. Həmən tibb bacısı ilə keçən il Bakıya gələrkən görüşmüşsünüz, hə? Onun hangi evdeki pazarlık yapıldı, o eve gittim. Çocuk bana dedi ki, sen beni belki çalmışsan Azerbaycan'dan. Dedim yok valla. Dedi o zaman kimin evinden aldın? Onu o eve götürdüm, aracının. O aracıdan sordu. Abla beni kim verdi bura? O da dedi ki, ben seni buldum dedi, benim kapıya bırakmışlar.
Amma hemşire gelip bizi gördü. Dedi ki... Hemen tibb bacısı. Evet, evet. O meseleye geri döneceğim. Ama Nicat'a ne vaxt açtınız bütün bunları? 12 yaşında. Niye ona açıp dediniz Beni her şeyi? komşular dedi. Dedi bak Şehnaz burada senin kimsen yok. Yarın bu çocuk sana bir şey olursa. Çünkü çok eziyetle çalışırdım Türkiye'de. Reklamlarımız mı var? Reklamlara ayrılaq devam edəcəyik. Devam edəcəyik Şahnaz. Proqramın baş sponsoru Medera Hospital, sponsorlar Startumları, Selenium Aptek, Günel Ticarət Mərkəzi, Narınc Uşaq Psixologiya Mərkəzi və xüsusi sponsor Verazol. Artıq baltaya ehtiyac yoxdur. Sadəcə parakontakt vur, işin asan və qanadlı olsun. Parakontakt hamar səthə çəkilir. Səthlə suvaq arasında iki tərəfli güclü bağlayıcılıq yaradır. Parakontakt. Garantlı kontakt. Qurd yumurtaları gözlə görülməyəcək qədər kiçikdirlər. Bir toxunuşdan belə keçə bilərlər. Ailədə bir nəfərdə qurd xəstəliyi olarsa, ailənin digər üzvlərinin də müalicə alması tövsiyə olunur. Təbii komponentlərdən hazırlanmış Verazol sirop və tabletləri qurd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunur. Verazol, sağlamlığın keşiyində ol. Medera Hospitalda Ankara Nümunə Eğitim və Araşdırma Xəstəxanasının uzmanı, uroloq doktor Əli Baxşəliyev tərəfindən böyrək daşlarının tamamilə əməliyyatsız, lazerlə müalicəsi, plazmakinetik üsulla prostat vəzi adenomasının endoskopik yolla cərrahi müalicəsi, bütün növ uroloji əməliyyatlar həyata keçirilir. Medera, tibbdə yeni era. Bir nömrəli hər bir kəsin, istər uşaqların, istər böyüklərin, kişilərin, qadınların, gəlin köçəcək qızlarımızın seçdiyi Günel Ticarət Mərkəzində. Günel Ticarət Mərkəzinə ailecə gələcəksiniz. Günel Ticarət Mərkəzi ailə mərkəzidir. Kişi, qadın, uşaq gəlirsiniz, burada qəşəng geyinirsiniz, kecinirsiniz. Oktyabrın 15-nə qədər endirimlər davam edəcəkdir əziz tamaşaçılar. Böyük endirimlərdir. Sezonun axırı olduğu üçün təbii ki, qiymətlər bu şəkildədir. Birinci mərtəbədə geyimlərinizi alırsınız, ikinci mərtəbədə ya qızınıza cehiz alırsınız, ya evinizə əşyalarınızı alıb, sonra maşına yükləyib gedirsiniz evə. Daha dükanların nə gəzirsiniz ki? Bir yerdə. Mən heç sevmirəm dükan gəzməyə bu arada. Günel Ticarət Mərkəzi təkdir, nömrə 1-dir, keyfiyyətlidir və ən əsası əziz tamaşaçılar, şok endirimləri var. Vəssalam, mən doydum. Məndə startumları var. Startumları 1. Qaltor çantanı. Ehtiyacımız var idi. Ehtiyacınız var? Buyur. Getdi ay qız. Getdi. Startumlara, kökü bizdən. Qurd yumurtaları gözlə görülməyəcək qədər kiçikdirlər. Bir toxunuşdan belə keçə bilərlər. Ailədə bir nəfərdə qurd xəstəliyi olarsa, ailənin digər üzvlərinin də müalicə alması tövsiyə olunur. Təbii komponentlərdən hazırlanmış Verazol sirop və tabletləri qurd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunur. Verazol, sağlamlığın keşiyində ol. Öskürək sizi narahat edir, gecələr narahat yatırsınız, rahat nəfəs ala bilmirsiniz. Labronxo, quru öskürək əleyhinə və bəlğəm gətirici effekti olan sirop bütün narahatlıqları qısa zamanda aradan qaldırır. Öskürəyi yumşaldır, bəlğəmi aradan qaldırır, bronxları təmizləyir. Labronxo, nəfəs almanın rahatlığını təmin edir və reseptsiz istifadə olunur. Bakı şəhərinin apteklərindən soruşun. Damar genişlənməsindən əziyyət çəkənlər sağlamlıqla bağlı narahatlıqlar yaşadığı qədər xarici görünüşünə görə də kompleksə düşür. Aşağı ətraflarda yorğunluq, ağırlıq, ağrı hissi, damarların genişlənməsi və s. əhalinin 30-40%-də rast gəlinən varikoz xəstəliyinin əlamətlərindəndir. Bu problemə hər 3 qadından və hər 10 kişidən birində rast gəlinir. Xətai klinikasında aşağı ətraf damarlarının topoqrafiyası və müalicəsi yerinə getirilir.
Cərrah Libolov tərəfindən müasir metod sayılan Alman texnologiyasından istifadə olunmaqla endovenoz lazer ablasiya əməliyyatı icra edilir. Lazer işıqlandırıcı vasitəsilə narkoz, kəsik, tikiş və iz olmadan genişlənən damarlar ləğv edilir. Estetik problem yaradan səthi kiçik damarlar və damar ulduzları skleroterapiya və fraksiyon lazer üsulu ilə ləğv edilir. Xətai klinikası ilə sağlam və gözəl olur. Ünvan Süleyman Vəzirov küçəsi 11-2, Xətai metrosunun arxası. Telefonlar 012 496 86 63, 012 490 08 61, 050 245 85 0. Çingiz Plaza, səliqə səhmanı, dəbdəbəsi elə ilk baxışdan qonaqları özünə cəlb edir. Odur ki, məclisləriniz üçün hər cəhətdən münasib məkan axtarırsınızsa, Çingiz Plazaya gəlin. Bəy gəlin maşını, şar və zər yağışı, atəşfəşanlıq, kranla video çəkiliş və tanınmış müğənnilər Çingiz Plaza tərəfindən hədiyyə olunur. Çingiz Plaza, ünvan Ziya Bünyadov prospekti, Dərnəgül şosesi. Telefon 055 399 99 44, 012 514 38 94. Kaspi Beynəlxalq Uşaq Bağçasında dərslər başladı. Övladlarınızı Kaspi IPC-yə gətirin. Onlar beynəlxalq proqram əsasında xaricdən dəvət olunmuş pedaqoqlarla erkən yaşlarından ingilis dilində öyrənsinlər. 2 yaş yarımdan 6 yaşadək uşaqların qeydiyyatı oktyabrın 9-na dək davam edir. Telefonlar 012 561 50 37, 070 361 50 37. Körpəmiz böyüdükcə biz ona ən sadə işlərdə kömək edirik. Lakin qrip və zökəm mövsümündə viruslarla üz-üzə qalma ehtimalı böyükdür. Belə hallarda müalicə və profilaktika etməyə uşaqlar üçün anaferon kömək edər. İmmuniteti artırır və 1 ayından etibarən körpələrə verilməsinə göstəriş var. Böyüklərə isə anaferon kömək edər. Soyuq mövsümdə qripdən qorunmağa anaferon kömək edər. Həyat hərəkətdir. Güclü təsirə malik olan NBL glukozamin xondraitin MSM qığırdaq toxumasını bərpa edir, ağrını aradan qaldırır və oynaqların hərəkətliyini artırır. NBL glukozamin xondraitin MSM həyat üçün, hərəkət üçün. Mənə görə həyatda ən böyük qazanc insanların sevgisini qazanmaqdır. O M hərfi sizsiz. Murad müəllim. Sən onsuz da məni sevmirsən də, düzdür? Gülşən, oxumayacaq. Özün seç. Ya türmə, ya da dərs. Bir də ki, Murad müəllim mənim qardaşım olsa, niyə gizlədim ki bunu səndən? Bir də belə şey görsəm səni starostalıqdan çıxardacağım. Başa düşdün? Mənim ürkək ceyranımı kimə səbləşdirir? Ceyran buradan gəldi, maral da qalxdı. Üzböz gəldilər, sonra girdi Ukranskurqa. Bu axşam evdə parti verirəm. İmtahan. Bugün səni axtarıramdan dərhal sonra. Xəzərin 5də 5 keyfi. Salamlayam hər birinizi, xoş gəlmisiniz. Yenə də çox keyifli olacaq. Günay İbrahimli, Elvin Abdullayev və Ceyhun Zeynalovla bol söhbətli. Fonoqram oxumayan müğənni var, o da Sabir Əliyevdir. Abır həyə yaxşı şeydir də. Dedikodulu, qaralamalı, ağlamalı bir axşama siz də dəvətlisiz. 5də 5 bu axşam saat 7-də Xəzərdə. Baş sponsor Metak. Bu axşam Xəzər xəbərdən dərhal sonra. Fikirləşmədən danışma deyiblər. Bizim yarışmada isə çox da fikirləşməyə ehtiyac yoxdur. Ağlına gələn ilk sözü de, təki bizə uyğun olsun. Yarış, qazan və əylən. Yoxdur. O Jimmy, ahare dare gore. Söz gəlsin. Bu axşam saat 11-də Xəzərdə. Baş sponsor Sopsan boyaları. Cavadın başçısı gəlib. Dadıyla baldızım gəlib də. Onu sən tökmüsən fenə. Sən yaxşısı budur, get qardaşımın yanına. Bizim kanalımıza yoxlama gəlir. Salam Məlik. Komşu xala. Qızım, sən mənim gəlinim olsaydın ha. Aha.
səni yun çubuğuna döndərərdim. Mən razı. Mənə başa sal görüm, niyə sənin ayağında birində qara, o birisində isə qadın qapron çorabıdır. Biraz məndə qadın hormonları yüksəlib. Ailə canlı, şənbə günü, saat 10-da Xəzərdə. Baş sponsor Star Günəbaxan tumları. Rokol boyalarının üstünlükləri çatlamır və qopmur, rəngi solmur. İstifadə olunduğu səthə mükəmməl yapışır. Yağışa, nəmə və günəş şüalarının təsirinə davamlıdır. Rokol, yeni nəsil boyalar. Makyajı silmək sənin üçün əsl əziyyətdir? Garnierdən olan misellər suyunu kəşf et. Misella ilə olan formula çirklənməni özünə maqnit kimi çəkir. Makyajı əlavə sürtünməsiz silir. Qidalandırır, qayğısını çəkir. Olduqca asandır. Garnierdən olan misellər su. Hər növ dəri üçün effektiv təmizlənmə. Gün doğmuşsa yaşam senin, salla gitsin, dertler bitsin, salla gitsin, dertler bitsin. En güzeli ise yaşam senin, salla gitsin, Bioform Tea. BioPower 9 xüsusi tərkib əsasında istehsal edilmiş Bioform Tea sakitləşdirici çayı aptek və marketlərdə. Kaspi Uşaq Bağçasının Nəsimi filialı artıq açıldı. Kaspi Uşaq Bağçasında məntiqi təfəkkürü və dünya görüşünü inkişaf etdirən məşğələlər, İngilis dili, Rus dili və şahmat dərnəkləri, balacaların təxəyyülünü və əl qabiliyyətlərini formalaşdıran təsviri fəaliyyət, Kaspi bağçalarında zehin, ruh və bədən sağlamlığına müsbət təsir edən musiqi və rəqs dərsləri, uşaqların nitq inkişafını və özlərinə inamı gücləndirən sosial tədbirlər. Kaspi Uşaq Bağçasının yeni Nəsimi filialına qeydiyyat başladı. 15 oktyabrədək müraciət edənlərə 15%-ədək endirim təklif olunur. Kaspi Uşaq Bağçası, uğurlu gələcəyin başlanğıc nöqtəsi. Zirvə kurslarında 7, 8, 9-cu sinif şagirdləri üçün yeni tədris proqramı olan kurikulum əsasında Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə qeydiyyat davam edir. Dərslər yüksək ixtisaslı və peşəkar müəllimlər tərəfindən şagirdlərin oxuyub anlama və yazı bacarıqlarının xarici dil üzrə dinləyib anlama, riyazi hesablama və çalışma bacarıqlarının artırılması istiqamətində aparılır. Biz zirvəni keyfiyyətli təhsillə fəth etdik. Я сам саутгриппа спасился 타일로호트. 감기에는 타일로호트가 최고입니다. У боротьбі з грипом я обираю Тайлохот. Момент кризисе Тайлохот таңдадым. В борьбе с гриппом я выбираю Тайлохот. Soğuk algınlığı tedavisinde Тайлохот'u tercih ediyorum. За борьба с рештой грипп, а с избиром Тайлохот. Qriplə mübarizədə mən Taylalhotu seçirəm. Bütün dünya qriplə mübarizədə Taylalhotdan güc alır. Taylalhot, dünyanın güvəndiyi əlac. İndi isə portağal dadı ilə. Proqramın baş sponsoru Medera Hospital, sponsorlar Startumları, Selenium Aptek, Günel Ticarət Mərkəzi, Narınc Uşaq Psixologiya Mərkəzi və xüsusi sponsor Verazol. Aylar öncə qaynanasının yanından itkin düşən Çinarə Öldürüb qaynanası qızımı. Əməkdaşlarımız Çinarə ilə bağlı hansı bölgəyə getdi? Sifəti teyqan idi. Və nələrlə qarşılaşdılar? Xoşqədəmi verilişi gəlib ölüsünü çıxardıblar həyatdan. Az sonra sən axtarıram da. Anonsu izlədiniz əziz tamaşaçılar. Arzu aylardır ki qızı Çinarəni axtarır bizim əməkdaşlarımız. Lənkərandan yeni dönüblər və böyük bir axtarış, inanılmaz bir axtarış araşdırma. Ona görə də diqqətlə baxın. Bu həftə o birdən-birə yoxa çıxan Çinarə ilə bağlı bir çox məqamların üstü açıqlanacaqdır. Amma Şahnaz xanım, deməli, 12 yaşında siz məcbur oldunuz, açıqladınız. Evet. Neden? Çünkü kimsem yok ya başımda. Ne akraba var, ne bir şey, gurbet eller. Komşularım dedi ki bak, yarın bu çocuğu
bir hastalık geçirir. O zaman duyar ki senin hiçbir organın, kanın uymuyor buna. Sen gel bunu açıkla. Cüret etmedim. Allah bin kere razı olsun komşularımdan da. Doktora götürdüğünü psikologa. Orada psikologun önünde açtı ser. Onlar açtılar böyle bütün evraklar. Bir de onun bir evrakı vardı. Yani psixologun köməyi ilə ilk dəfə evladınıza açıb hər şeyi dediniz. Onlar dedi, ben diyebilmedim hiçbir şey. Onlar anlattılar, evraklar da benim elimde. Çünkü bu doğum evinde bütün çocukların adı soyadı yazılmıştı kollarına. Buna takmırdılar. Buna yazılmıştı, tapılmış çocuk, uşak. Bunu yazmışlar, ben çok ağladım. Sonra bizim durumlarımızı, eşimin maaş bodrası, neçə manata maaş alır. O evraklarımız hazırlandı. Ben o zaman da kendim gıda mühendisiydim burada. Onlar evimize gelip heyet baktı. Durumumuz iyi, çocuğa izin verdiler. O evrak dokumentlerde gösterdi. Pərvizlə neçə ildir görüşmürsünüz? Çok. Neçə illər? 1 yaşında bıraktı gitti. 1 yaşında sizdən imtina elədi, sizin həyat yoldaşınız. Bu uşağı götürdüyünüzə görə sizdən imtina etdi. İstemirdi o zaten. Dedi ben istemiyorum. Yani ama biraz önce dediniz axı ki o istedi. Önce istedi. Bilirsiniz, Pərviz zəng eləyib efirə qoşulmaq istəyir. Tamam, qoşulsun. İstersiniz mi sesini eşitmeyi 17 ildən sonra? Olur. Neden olmasın ki? İyi günlerimiz oldu, kötü günlerimiz oldu. Onun suçu yok ki, günahsız diyor. Bizim ayrılacağımız zaten belliydi. Bravo, siz əsl qadınsınız. Əsl Xoşgədəm Hidayət qızının istədiyi bir qadın. Onun hiçbir günahı yok çünkü suçlu benim. O sağlıklı bir insan, onun geleceği vardı. Onun evlatları olmak zorundaydı. Sakat şikayet, Allah beni böyle yaradan benim suçlu, o değil. Allah ondan 1000 kere razı olsun ki yalnız bırakmadı. Onun evrakları benim çantamda. İmzasını da attı aslanlar gibi çocuğa. Soyadını böyle bir. Soyadını verdi Kerimov Nicat Pərvizoğlu. O da çok terbiyeli ailenin bir oğlu. Aydındır Şahin, mən xahiş edirəm Pərviz bəy bağlayın xəttə, ona qədər sponsorlar haqqında məlumat oxuyun. Biraz sonra 17 il əvvəl baş verənlərə Şahnaz xanımın keçmiş həyat yoldaşı Pərviz bəy də aydınlıq gətirəcək. Deyəcəklərim var dedi. Biraz sonra bağlanacaqdı xəttə, amma mən istəyirəm sponsorlarımız haqqında məlumatları verin. Baş sponsorumuz Medera Hospitaldır. Bütün şöbələr Medera Hospitalında əziz tamaşaçılar fəaliyyət göstərir. Ölkənin və dünyanın ən peşəkar həkimləri Medera Hospitalındadır. Əgər səhhətinizdə hər hansı bir problem varsa, təbii ki, seçə biləcəyiniz yeganə hospital Medera Hospitaldır. Epilepsiya xəstəliyinə əziyyət çəkənlər, beyin şişləri, Parkinson, uşaqlarda beyin cərrahiyyəsi, onurğa cərrahiyyəsi, ağrı müalicəsi, bax, bütün bu xəstəliklərə son demək istəyirsinizsə, Türkiyənin Hacıtəpə xəstəxanasının beyin və sinir cərrahı uzman dosent doktor Kamran Ağayev Medera Hospitalındadır. Qeyd edim ki, Kamran Ağayev Amerika Birləşmiş Ştatlarında təhsil almış, ixtisaslaşmış Azərbaycanın ən peşəkar həkimlərindən biridir. Bundan başqa, Medera Hospitalının nevrologu Gülhanə Universitet Xəstəxanasında təhsilini almış, çalışmış nevrolog doktor Elxan Muradov Medera Hospitalındadır. Qeyd edim ki, Gülhanə Xəstəxanasının nevrologu Elxan Muradov tərəfindən bütün nevroloji xəstəliklər, kəskin və xroniki baş ağrıları, migren, epilepsiya, beyin insultları, beyin qanamaları, baş, boyun və onurğa ağrıları, Parkinson, meningitlər, xroniki mərkəzi beyin iltihabı xəstəlikləri, bir çox nevroloji xəstəliklərin müalicəsi Gülhanə Xəstəxanasının nevrologu doktor Elxan Muradov tərəfindən müalicə edilir. Ona görə də nə etmək lazımdır? Medera Hospitalına müraciət etmək lazımdır. Digər bir sponsorumuz Star Tumlarıdır. Dadlı, ləzzətli, keyfiyyətli tamaşaçılar. Yerli məhsuldur. Qeyd edim ki, əl dəymədən hazırlanır və ən əsası bilirsiniz nədir? O duşludur. Gedirsiniz marketlərə, Star Tumlarını alırsınız, içərisindən pul çıxacaq. Və qeyd edim ki, sadəcə studiya vaxtınızı keçirmək üçün bir vasitə deyil Star Tumları. Eyni zamanda sağlamlığınız üçün gərəklidir. Mədə qıcqırması, həzm prosesi problemlərinizdə yardımınıza çatacaq, köməyinizə çatacaq Star Tumları. Əlaqə nömrələrini xatırladım. 077 705 00 051 708 78 88.
Digər bir sponsorumuz Selenium Apteklər Mərkəzidir. Avropanın ən keyfiyyətli dərmanları hardadır? Selenium apteklərindədir. Ona görə də əziz tamaşaçılar, gedirsiniz Selenium. Allah kimsəyə xəstəlik göstərməsin. Amma əgər xəstələnmisinizsə, keyfiyyətli dərmanlardan istifadə etmək lazımdır. İndi bilirsiniz ki, dünyanın hər yerində keyfiyyətli dərmanlarla yanaşı keyfiyyətsiz dərmanlar da var. Amma Selenium Apteklər Mərkəzində bu mümkünsüzdür. Çünki Avropanın, Almaniyanın ən məşhur belə deyək firmalarının keyfiyyətli dərmanları məhz oradadır. Hətta ola bilər ki, sifariş verə bilərsiniz. 11-33-33-ə zəng eləyirsiniz. Selenium Apteklər Mərkəzinizdən dərhal evinizə, ünvanınıza həmən dərmanlar çatdırılır. Təkcə dərmanlar mı satılır Selenium Apteklər Mərkəzində? Xeyr. Kosmetoloji vasitələr xanımlar gözəl görsənmək istəyirsə, təbii ki, gözəl kremlər, nəmləndirici kremlər, əl, üz baxımı, əziz xanımlarımız, mən istifadə edirəm oradan, Avropanın məşhur kremlərindən sizə də məsləhət görürəm. Bundan əlavə, xəstəxanalar üçün tibbi avadanlıqlar. Mən çox istəyirəm ki, Şahin, ikinci hissəmizdə o tibbi avadanlıqları ki var, Selenium Apteklər Mərkəzi, mən çəkilişə getmişdim. O avadanlıqları sizlərin diqqətinizə çatdıracaq və mən buradan deyim ki, Selenium Apteklər Mərkəzinə mən söz vermişdim Kəmalə xanıma ki, uşaqların təzyiqini, ateşini ölçmək üçün, eyni zamanda təzyiq aparatı olaraq uşaqlar sığınacağına verək o belə aparatlardan. Onun üçün də sabah Təranə xanım xahiş edirəm, özünüzlə birlikdə gətirin, çünki uşaq sığınacağına verəcəyik. Digər bir sponsorumuz Narınc deməli, Uşaq Psixologiya Mərkəzidir. Bilirsiniz ki, Narınc Uşaq Psixologiya Mərkəzi Azərbaycanda peşəkar psixoloqların bir arada olduğu bir mərkəzdir. Dünyanın artıq müxtəlif ölkələrindən məhz Narınc Psixologiya Mərkəzini seçirlər. Rusiyadan, Ukraynadan, Özbəkistandan öz övladlarını məhz Narınc Psixologiya Mərkəzinə etibar edən valideynlər, yüzlərlə valideynlər gəlir. Çünki həqiqətən də bu ölkənin bir nömrəli uşaq psixologiya mərkəzidir. Narınc Uşaq Psixologiya Mərkəzinə peşəkar mütəxəssislər tərəfindən ailələrlə yeniyetmə, abituriyent və uşaqlarda aparılan psixoloji məşğələlər, loqopedik iş, klinik, müalicəvi, bədən tərbiyəsi kimi xidmətlər, övladlarınızın autizm, kəkələmə, serebral iflic, psixinitk inkişafı ləngiməsi, hiperaktivlik, diqqət yayınlığı, qorxular, bax bu kimi problemlər varsa uşağınızda, özünüzdə hər hansı bir psixoloji problem varsa, haranı seçəcəksiniz? Təbii ki, Narınc Psixologiya Mərkəzini. Narınc Psixologiya Mərkəzinin şöbələrindən siz bax, uşaq psixologiyası artıq bir dərslik çıxıb, eyni zamanda Narınc qəzeti ki var, burada uşaqlarınızla bağlı çox vacib, uşaqlarınıza yaranan o problemlərlə bağlı çox vacib məsələlərə toxunulubdur. Məsələn, Narınc Psixologiya qəzetində məktəblilərin birinci sinif şagirdin hansı hissləri yaşadığını və o hisslərdən qurtulmaq üçün, çünki bəziləri qaçıraq, anadan ayrılmaq istəmir, psixoloji testlər, peşəkar psixologlar tərəfindən aktual mövzularda yazılmış məqalələri oxuya bilərsiniz. Uşaq psixologiya kitabında davranış pozuntuları, kaprizlər, qorxular, yuxu problemi, nitq problemində problem varsa, bax, bütün bunlarla bağlı yazılar var. Gedirsiniz, Narınc Psixologiya Mərkəzinin şöbələrindən əldə edirsiniz. 9-cu mikrorayonda şöbəsi var, Xalqlar Dostluğunda, Gənclik filialında və Gəncə filialını buradan salamlayıram. Əziz valideynlər, gələn həftə Narınc xanım, Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc xanım olacaqdı Gəncədə. Gələn həftə indidən qəbula yazılın ki, sizləri qəbul etsin. Digər bir sponsorumuz Günel Ticarət Mərkəzidir. Mən deyərdim ki, ailəvi bir nömrəli ticarət mərkəzidir. Günel Ticarət Mərkəzi bir-birindən gözəl, Türkiyənin ən gözəl bu mövsüm üçün geyimlərini yalnız və yalnız Günel Ticarət Mərkəzindən əldə edə bilərsiniz. Uşaqlar üçün, böyüklər üçün, bəylər, xanımlar. Yığışırsınız, gəlirsiniz həyat yoldaşınızla birlikdə. Özünüz gözəl, bax bu qış mövsüm paltarlarından Türkiyənin ucuz və keyfiyyətli paltarlarından alırsınız və sonra da eviniz üçün bəlkə bir şey lazımdır. Çıxırsınız ikinci mərtəbəyə, ikinci mərtəbədən də eviniz üçün gözəl əşyalardan alıb gedirsiniz. Günel Ticarət Mərkəzi Mərdəkan qəsəbəsi, Oldum Mərdəkan qəsəbəsində inanılmazdır. Yeni Günəşli qəsəbəsi, Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Həzi Aslanov metrosunun yanında şöbələri var. Tələsin və təbii ki, sən axtaramın adını verin ki, biraz da sizə endirimlər etsinlər. Hacıya buradan müraciət edirəm ki, mənim tamaşaçılarıma endirim edin.
Verazol qurd əleyhinə vasitə ən effektiv vasitədir. Son dövrlərdə bilirsiniz ki, qurd xəstəlikləri çox geniş yayılıb, xüsusilə də uşaqlar arasında. Uşaqlarda immunitetin zəifləməsinə, allergiya, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olar ki, bu da gələcəkdə uşaq orqanizminin fiziki və əqli inkişafını ləngidir. Əgər uşağınızda qurd xəstəliyi varsa, dərhal müalicə edin. Ümumiyyətlə, ailədə bir nəfərdə qurd xəstəliyi varsa, bir insandan insana keçmə təhlükəsi var. Dərhal yoxlanılır, müalicə olunur və hansı vasitəni alacaqsınız? Təbii ki, verazolu. Verazol bütün apteklərdə satılır, əziz tamaşaçılar. Tabletlər böyüklər üçün, siroplar uşaqlar üçündür. Mən hansı otellərə təşəkkür edim, Şahin? Asqar Otelə minnətdaram. Bizim gələn qonaqlarımızı çox gözəl qonaqpərvərcəsinə yerləşdirirsiniz. O qonaqlarımıza gözəl xaricdən gələn, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlarımızı yerləşdirir. Mən təşəkkür edirəm bugünkü geyimimə görə. Ailəvi univermağa təşəkkür edirəm. Adı biraz belə böyükdür. Əslində univermaq adı çox xoşuma gəldi. Bütün uşaqlar üçün, böyüklər üçün, xanımlar üçün gözəl geyimlər, məktəbli ləvazimatları, eviniz üçün əşyalar, məişət əşyalarını əldə edə bilərsiniz. Mənim də bugünkü Elçin, mənim geyimimi niyə yaxşı göstərmirsən? 3-cü mikrorayonda yerləşir, əziz tamaşaçılar, və hamınız yazırsınız, deyirəm ki, gedəsiniz. Və mən biraz sonra Pərviz bəy qoşulacaqdır xəttə, amma mən istəyirəm tamaşaçılarımıza müraciət edim. Nədir problemləriniz? Mən dünən söz vermişdim sizə, bizim dəyərli uroloqlarımız gələcək, o cümlədən Qədir bəy gələcəkdir, terapevt, çox gözəl, dəyərli bizim həkimlərimizdir. Buyurun studiyaya, Bəxtiyar bəy, sonra Qədir bəy, buyurun studiyaya. Mircəlal bəy gecikir, inciməsin məndən, proqrama uyğun gedirik biz. Əyləşin, proqrama uyğun gedirik, ona görə Mircəlal bəy gecikir. Amma Qədir bəy, mənim dəyərli atamın da, əyləşin, atamın ən dəyərli həkimidir Qədir bəy. Çox gözəl bir bizim terapevt, kardiologumuzdur Medera Hospitalında. Gastrit, qaraciyər və ötki səs xəstəlikləri, nazik yoğun və düz bağırsaq xəstəlikləri, bronxit, ürəyin işemik xəstəlikləri, revmatizm, migren, nə bilim, mədə xoraları, 12 barmaq xəstəlikləri. Bax, bu xəstəliklərdən əziyyət çəkirsinizsə, Qədir bəyi seçəcəksiniz, Qədir bəy. Amma öncə mən bir şey deyim. Mən xahiş edirəm ki, mənim tamaşaçılarıma pulsuz xidmət göstərəsiniz. Bu saydığım xəstəliklərdən varmı kimsə? Sizdə mi? Kimdə? Sizdə nədir xəstəlik? Mən saydığım... Mənim qızımın 32 yaşı var. Mən Mircəlal həkimin yanında oldum. Əyləşin, mən indi dediyim xəstəlikdən danışıram. Mənim saydığım xəstəliklərdən kimdə var? Sizdə nədir? Mən sabah göndərirəm Medera Hospitalına. Sabah neçədə gəlsin Qədir bəy? Səhər 9-dan işdə oluram. 9-da. Siz də saat 9-da Qədir bəyin yanına gedirsiniz. Medera Hospitalına gələ bilərlər. Medera Hospitalına. Mən əvvələ Xəzər TV studiyasının rəhbərliyinə, xoşqanam sizdə minnətdarımı bildirirəm. Xalqımızın dəqiq, düzgün tibbi müavinətinizdə böyük xidmətinizə görə. Nə vaxt oldu xidmətinizdə hazıram. Yox, siz mənə söz verirsinizmi ki, pulsuz eləyəcəksiniz? Mən burada söz verirsinizmi ki, bax bu saydığım xəstəliklərlə bağlı, təbii ki, bizim göndərişimizlə kağız veririk biz. O kağızla gələn şəxsləri qəbul edəcəksiniz. Bəli, adətən mən öz sahəmdən biraz məlumat vermək istəyirəm. Tibdə etiologiyası məlum olmayan bəzi xəstələr var ki, məsələn, qızdırması yuxarıdır. Qızdırma çox aşağıdır. Yəni, etiologiyası məlum olan qızdırma xəstələrlə məşğul oluruq ki, yəni, qızdırması çox yüksək olan, amma endirməsi mümkün deyil və ya çox aşağıdır, 35-dir məsələn. 35, 37, yəni normal halda 36 olur. Bundan da bağlı sizə müraciət edir. Bundan yuxarı, bundan aşağı, görürsən ki, insan halsız, yoğun hissi, bir neçə xəstəxanalara gəlirlər, tapa bilirlər, kökündə nə dayanır? Hansı problemlərə dayanır? Yəni, o xəstəliklərdən də əziyyət çəkənlər sizə müraciət etsinlər. Hansı, bax, məsələn, bizim müraciət edənlərə hansı xidməti göstərəcəksiniz? Mənim dediyim o pulsuz məsələ olacaq. Xəzər studiyasında sizin verirsən gəlin, hamısı pulsuz olacaqdır. Həmişə Medera Hospital bilirsiniz ki, həmişə Medera Hospital. Lalə xanım, buradan salamlayıram. Ölkənin ən peşəkar həkimləri Medera Hospitalında da əyləşin. Bizim Bəxtiyar bəy, soyadınızı da? Bəxtiyar Hüseynov. Bəxtiyar Hüseynov Türkiyədə təhsil almış peşəkar uroloqlarımızdan biridir. Hansı deyək ki, tamaşaçılar dinləsinlər ki, bizə müraciət etsinlər? Xoşxanam, təşəkkürlərimi bildirirəm.
urologiyaya aid olan sidik dinsiyyət sistemi olan bütün xəstəliklər. Bunların içərisində ölkəmizdə daha çox yayılan daşlar var. Böyrək daşları, sidik axar daşı, sidik hissəsi daşları. Yəni yaşlı insanlar 40-dan sonra olan bütün kişilərdə prostat problemləri var. Yəni bunların şiş xəstəlikləri, urologiyaya aid olan, sidik dinsiyyət sisteminə aid olan bütün əməliyyatları A-dan Z-yə qədər olan həm əməliyyat, həm xəstəliklərin hamısı ilə məşğul olur. Yəni bu xəstəliklərdən əziyyət çəkənlər elə bax bu dəqiqə zəng eləyirsiniz bizə. Mən Bəxtiyar bəydən xahiş edəcəm. O xəstəlikdən əziyyət çəkənləri yönləndirəcəyik Bəxtiyar bəyə. Artıq nömrələri var bizə, amma Bəxtiyar bəy, mən bura gələn həkimlərin, çox həkimlər mənimlə işləmək istəyir. Mən açıq deyirəm, amma mən o həkimlərlə işləmək istəyirəm ki, o həkimlər, musiqinin səsini biraz aşağı edə Şahin mümkünsə, mən o həkimlərdə çalışıram ki, o həkimlər bu insanlara pulsuz xidmət göstərəcək. Buradakı insanların pul və imkanı yoxdur, gəlib bizə müraciət edirlər. Varmı Bəxtiyar bəyə müraciət edən, yəni urologumuza böyrəyində hansısa bir problemi olanlar varmı? Daş var böyrəyində. Daş var böyrəyində. Gəlsinmi? Sabahlar saat 10-da 11 arası gəlmir. Sizə deyəcəklər. Siz yaxınlaşırsınız verilişdən sonra saat 10-11 arası Bəxtiyar bəyin yanına gedəcəksiniz. Sizdə nədir? Necə? Necə? Sizdə nədir? Gəlsinlərmi Bəxtiyar bəy? Saat 12-də, sabah saat 12-də siz verilişdən sonra yaxınlaşırsınız bizim əməkdaşlarımıza göndərişlə, kağızla göndərəcəyik, gedəcəkdir Bəxtiyar bəy. Xahiş edirəm, pulsuz. Bax, bugündən də sonra tamaşaçılar bu xəstəliklərlə bağlı bizə müraciət edin. Qədir bəy mənim atamın dəyərli doktoru. Çox təşəkkür edirəm sizə. Əziyyət çəkirsiniz, bilirəm, çox yoğundur, işiniz çox gərgindir, amma buna baxmayaraq biz səni axtarrama, sizə müraciət edən insanlara yardım etmək üçün gəldiyinizə görə minnətdaram. Medera Hospital, çox təşəkkür edirəm. Alqışlarla yola salıram sizi, minnətdaram və Pərviz bəyi xəttə bağlayın. İstemiyorum, hiç onun sesini atmıyorum. Necə? Musiqini bir dəqiqə nə demək istəyir Şahnaz xanım? Bağlanmasın. Şimdi benim oğlan da duyacak sesini. Zaten onu tanımıyor. Hayal etmiyor. Duymasın da çocuk hiç. Ama her halde o kişi soyad verip öyle değil mi? İstemiyorum. İnşallah onun soyadından da çıkartacağım onu. Yok yaxşı da ama istemiyorum. Benim yaralarım tazelenmesin sayın avukatım. Gerek yok. Yok istemiyorum. Ona göre. Olsun, hayır. Onun hakkı var. O uşağı sev. İstemiyorum. Bayın da oğlunuz biraz icazə verir, siz de çıkır buraya. Oğlunuz yok, indi gelir. Gel buraya Nicat. Oğlan gelir buraya. Yani indi Nicat çıkacak. Pərviz Bey de görecek. Şahnaz Hanım. İstemiyorum. Lütfen. Geçsin. Zamanı gelecek. Onun soyadını da sildireceğim. Bunu bilsin ki hangi çocuk onun soyadını daşıyır. Gerek yok. Allah razı olsun. Bəs axı siz deyirsiniz belə yaxşılıq edir. O kişi də sizə yaxşılıq edir. Onun şu anda ailesi var. Ailesi istemiyorum. Bir kızı var onun. Öz evladı var. İstemiyorum. Ne oldu? Yapma onu ne olur. 17 il əvvəl baş verən o hadisə tamaşaçılar və 17 il sonra bu ilahənin oğludur deyib Türkiyədən Azərbaycana gəldi Şahnaz xanım. Biz xəbərlərdə, Xəzər xəbəri izlədiniz, ona görə Nicatın studiyaya çıxışını indi izləyəcəyik. Nicat, buyur studiyaya. Gel buraya, gel Nicat. Bu genç yaşta denizlere attın. Sen bana vatan annesin anne. Bu da doğuran. Anne. Bırakmıyor. Sana gözlerini alacağım bana. Bırakmıyor beni. Beni hiç bırakır mıyız bir? Beni bırakmıyor. Üçümüz bir yerde olacağız. Nicat'ın askerliğinde, evliliğinde, çocuklarında hep yanında olacağız. Güzel oldu. Allah sana iyi varım benim.
Benim payım benim. İzin verin bana. Sıkı sıkı göreyim ne var. Hayır gel buraya gel. Buradayım oğlum, ben buradayım. Aslanım benim, dünyam benim. Annem kucağı kurban olsun. Rabbim kurban olsun. Canım oğlum. Allah'ım. Güzel oğlum benim. Allah seni gülübarım benim. Allah seni böyleden o anneye 100 yıl ömür versin ya Rabbi. Benim karşıma böyle güzel, böyle terbiyeli çıkarttığın için. Allah'ım sensin ya Rabbi. Onun hakkı senin üzerinde. Benim hiçbir hakkım yok senin üzerinde. Ben seni attım, o seni kollarına aldı. Onun kalbini kırardım. Ben seni kırarsam ben senin kalbini kırarım. Olur mu güzel oğlum? Canım oğlum. Dayanabilirim. Ne yapacağım? Boş kalmadım. Ben ne yapacağım? Elnur ne oldu? Çok çetin bir şeydi Xoşqədəm. Yəni doğrudan niskil pis şeydir. İnsan gözləyir və əslində nə bilim belə yerdə söz danışmır. İlahə. Var mı oxşarlıq? Var mı oxşarlıq o kişiyə? Çok. 17 yıl önce görüştüğün kişiye oxşarlıq var mı? Öyle bir odurdurum karşımda. Ah yazıq Nicat. Ah yazıq bala. Sənin kimi atılan nə qədər uşaqlar var və mənim qəlbim həqiqətən də həyatları paramparça olan bu uşaqlara çox ağrıyır. Gəl bura qismət, gəl. Gəl. Uşaq sığınacağında qalır. Otur burada yanımda, otur. Bilirəm, bacım, var, hər şeydən xəbərim var, amma Xoşqədəm xanım, bacımla məni görüşdürərsən mi? Bir tərəfimdə Nicatdır, bir tərəfimdə qismət. Kardeş mi? Yok. Başka bir uşaq Şahnaz xanım. Ama otur qismət, sabah burada olacaqsan. Aman kurban. Nicat. Buradan öptüm büyüttüm. Türkiye'den Azerbaycan'a geldi. Qarşında 2 qadın var. Biri sənə 17 il həyat verən qadındır. O birisi isə təbii ki DNK olacaq, DNA olacaq, bəri başdan deyim. Olsun. Onlar bir-birini bilmək üçün ki, onların uşağıdır. Amma hüquqi sənədi o DNK verməyəcək, məhkəmə verəcək. Amma siz 2 qadının arasındasınız. Nə hiss edir Nicat? Büyüten annem daha ağır basıyor. Hem de bayağı bir ağır basıyor. Yani
böyüdən ana daha çox səni çəkir. Bir tərəfdən də 17 yaşında aldadılan, bu həyatı yaşamağa məhkum edilən, kimsəsiz, ailəsi tərəfindən uzaqlaşdırılan, dərdini deyəcək bir kimsə olmayan bir qadın var axı Nicat. Əgər İlahi sənin anan olacaqsa, bağışlayacaqsan onu. Bəli, bağışlayacağım. Başka hiç kimse de. On 12 yaşında psixologların köməyi ilə anan bu sirri açdı sənə. 5 il keçib o hadisənin üstünə. 5 il hansı, içi ilə hansı mübarizəni apardı? Necə, axtardın mı, tapmaq istədin mi Nicat? İstemedim. Ama sonradan artık kafam düşünüyordum yani. Düşünüyordum. Aramayı düşünüyordum. Sonradan. İlk öğrendiğimde istemedim. 12 yaşında təbii ki 12 yaşında bir uşaq nə istəyəcəkdik? Buyur, Bas. Yani 12 yaşında istemeyipti. Yapmadılar. Ben de orada olsam bu sual işarəsi məni buralara gətirib çıxarardı həqiqətən də. Amma bizim hər zaman özümüzlə dediyimiz bir məsələ var. Şərt olmaq deyil, şərt böyütməkdir. O evladın özünün deməsi ki, məni böyüdən anlamda ağır basır mənim onu istəməyim. Bəli, alqışa layiqdir. Təbii ki, o doğdum. Mən o gün də demişdim burada ilahiyə qarşı çıxanda ki, bəli, o bilsə istəyəcək də, barışacaq da. Çünki ana bizim içimizdə o ananın evladı olan sevgisi qədər evladın da anaya sevgisi var. Amma yenə də deyirəm, atılmamalıydı, olmamalıydı bu səhvlər. Bugün barışmışsınızsa yenə də nə xoş sizə. Siz yaşayırsınız o hissləri. Kənardan o qədər də belə fikir bildirmək, fikir yürütmək asan şey deyil. Amma Xoşgədəm xanım, DNK olandan sonra oğlandan asılıdır. O ananı yaxın olsun ya o anaya yaxın olsun. Mən elə hesab edirəm ki, Şahnaz xanımı qəhrəmandır. Onu qoymaq olmaz. Oğul onun yanında olmalı. Yanında olacak, biz onun yanında olacak. Hep birlikte olacak. Şahnaz xanımı bundan sonra münasibətləri daha istiyoruz. Bəli. Dəyişi soymaq və dəyişmək. Nicat eder mi? Nicat dünən bütün günü anasının başının üstündə olubdu. Anası çox gərgin anlar keçirtdi. Nicat çox gözəl bir uşaq böyütmüsünüz. Bilirsiniz Şahnaz xanım. Böyle dedim. Halal olsun sizə. Halal olsun sizin kimi anaya. Mən bir şey deyim. Amma Şahnaz xanımı narahat edən bəzi məqamlar var idi. Mən istəyirəm ki, o məqamları bizə danışsın. Həmən tibb bacısı gəldi evə, siz Bakıya gəldikdən sonra, hansı ki, Nicat gəldi, öyrənmək istəyirdi. Siz dünən o gərgin əsərək mənə bir söz dediniz. Dediniz ki, İlahənin xəbəri var bu uşaqdan, ona görə çıxıb axtarıbdı. Sanki benim elə düşüncem var ki, İlahinin kulağına su kaçırttılar ki bu çocuk Türkiye'de yaşıyor çünkü. Bir saniye icazənizle danışsın. Buyurun Şahnaz Hanım. Çünkü biz Nicat'la beraber gittiği soruştu. Çocuk dedi ki beni anlat ben kimim. Bir saniye İlahi Hanım bir saniye buyurun. Dedim tamam oğlum vallahi benim hiçbir suçum yok. Götürdüm onu o eve. Kadın da dedi ki ben de artık bilmiyorum o kadın nerede. Kayıp. Ora hansı maşınla gelmişti Nicat? Maşın da vardı. Mercedes kiralamıştık evet. Mercedes kiralamıştı ve siz deyirsiniz ki
Türkiyədə evi olduğunu, maşını olduğunu İlahi xanım bilib, qulağına çatıb, ona göre de gelip uşağı aktarıp. Evet, kalbime geldi öyle bir şey. Bak yalan konuşmayayım. Çünkü yola çıkacağım ben. İçime öyle doldu. Ne oldu bu kaç yılları aramadı. Şimdi ne oldu? Ben geçen yıl geldi bu çocuk o eve gitti. Beni kimim abla dedi. Beni kim getirdi sene bıraktı. Hər bir insan düşə bilər də. Neçə illərdən sonra, 17 ildən sonra indi gəlirdi. Ama Şefika Hanım, her zaman da buna bir böyle konuşmalarımız oldu. Dedim oğlum dedim, bir gün ona annem bulunursa sakın dedim ona kötü bakma. Dedi neden? Dedim ben de olabilirdim, o duruma düşebilirdim. Biz kadınlar zayıf bir məxlubuq. Gençken de çabuk aldanırıq biz. Medera Hospitalına mən müraciət etmişəm DNA üçün, amma mənim üçün maraqlı bir məqam var. Nəyə görə Pərviz bəy və sizin keçmiş qaynananız Zefirə qoşulmaq istəyir və siz birinci razı oldunuz, sonra etiraz ettiniz? Şimdi eskileri geldi aklıma böyle. Önce unuttum bir anlık her şeyi, sesini duymak istedim. Sonradan da bir şeyler yaşadım ya, onlar geldi. Sakın seslerini duymak istemiyorum. Fikir versəz, o özü də bilirdi ki, o uşağı götürüb, baxıb, saxlayıb. Burada əslində çox böyük bir iş aparıldı Xoşqədəm xanım. Bugün həm də Ümumi Dünya Psixi Sağlamlıq Günüdür. Hər üçü intizarla yaşayıblar. Bu illərlə onlar bu narahatçılığı yaşayıblar. O kişinin haqqıdır ki, soyadını verdiyi uşaqla bağlı xəbər alsın. Bir saniye. Yox, yəqin ki, xanım danışacaq. Nəyin soyadını nəyin xatirinə verdi? Xoşqədəm hanım, ona da bir araba hediye ettik ki imza atsın. Çünkü ben Kaliningrad'ın vatandaşıydım. O kadar da konuşulan şeylerim var ki lütfen ben hastayım. Yine ben krizi geçirtmeyeyim ne olur. Lütfen. Bir tane 06 alımı verildi ona Sumgayıt pazarından. O kadar derdim var ki lütfen kapatak bu konuları ne olur. Aman Allah'ım. Yazıyorum ben ne olur. Çünkü benim kimsem yok. Bu uşağa soyadını versin diye maşın aldınız. Evet, Sumgayıt pazarından $1000, $1100. Ne olur kurban olun. Konuşturmayın beni. Eski yaramı kopartmayın. Yine de ona burada iyi dedim, iyiydi. Ama koyun gidin yaralarımla gidin ben bu memleket. Siz bayaq dediniz yaxşı yaxşı adamdır. Tərbiyəli bir ailənin oğludur. Ne demelidir? Kadın dedi de ben ne demeliydim? Ne diyeyim? Ne olur Şefkin Hanım. Ama hiç olmasa vəzifəsi doğrudur mu? Yani o evet, iyi adam, evet. Yenə də insan inanmağı gəldi ki, vəzifədə olan bir insan yani yok bir saniye. Bu adamın özünüz dediniz ki atası vəzifədə olan bir insanıydı. Evet. Yani o neyinirdi sizin maşınınızı? Allah'ım istedi. Neyse kapadık o konuları lütfen özele girmeyelim. Bir adamıydım yani tek kimsem yok. Efendim hayır yani Kaliningrad'daydım ben gıda mühendisiydim. Tamam da siz deyirdiniz ki ben kimsesiz idim yani kimsesiz. Yok. Kimsesizden bir maşın almak, maşın istemek neyse. Hayır. Kimsesiz, bir saniye. Hanım, uygun gel. Kimsesiz insana... Bir dakika. Hayır yalancı değildi. Benim çocuğum olmadığı ispatlandı artık. Qurban bir dəqiqə ya. Bax, əgər deyirsən ki, kimsəsiz insana vermirdilər uşağı. Onda sən bununla yalandan nigaha girmişdin ki, uşağı alasan. Bəlkə onun üçün maşın almışsın. Hayır. Burada çox açılmalı şeylər var. O Medsestra da insan albiri ilə məşğul olub. O da açılmalıdır. Bunlar da açılmalıdır. Hamısı açılmalıdır. Yaxşı, siz gəlin bilin. Mənə deyin, mən anladım. Deyəlim bir saniye. Yani siz dediniz ki biz bu uşağa soyad versin diye anam mı yoksa atam mı? Annem dile, atam annem. Atanız, ananız hemen şəxsə bir maşını aldılar, verdiler ki bu kişi soyadını versin Nicata. Öyle mi? Ben doğru mu başım? Hayır. Biz boşanacaktık. Doğru mu? Aha. Evet. Ayrılacağınız. Boşanırıq. Ben yalnız kalacağım ya. Evlat hasreti var. Bəli. Bu çocuk da bulundu mu? Aha. Perviz dedi ki yarın ben buna aliment vermeye zorunda olurum. Ben de dedim ki sen korkma. Zaten araba var. Al götür bunu. Senden hiçbir aliment istemem. Yanımda da evraklar şu anda.
Dokumentlər çantamda. Səndən heç bir aliment zad istəməyəcəm. Alimentin əvəzindən maşını verib ona kirala bunu Bu verirəm. uşaq mənə qalsın, analıq sevincini yaşayım. Məgər uşağı Pərviz əlindən almaq istəyirdi? Hayır, imza vermiyordu. Mən Kaliningradın vətəndaşlarım Rusiya, o amma Azərbaycan. Biz qarqocaydıq. Siz necə tanış olmuşdunuz? Biz burada tanış olmuşduq, evliydim. Amma mən oranın Rusiyanın vətəndaşıydım. Ben orada böyüdüm. Kaliningrad. Burada gizli Tamam, Kaliningradda böyümüşsünüz amma Azərbaycanda tanış olmuşsunuz. Evlendim, resmi nikahlı kocam. Aydındır. 2002'de de Sebail rayonunda boşanma, burada kağıtlarda boşanmam var. Formulita hiç ne yok. Burada evlənərkən siz Rusiya vətəndaşı kimi Evet efendim, evet. Ben anladabilmiyorum derdimi. Anladım. Hayır, formalite hiç ne, sahte hiçbir Ama şey yine de Pərvizi dinləməyə icazə verin dinləyək. Hayır, o olursa çocuğu da alıp ben çıkıram. İstəmirsiniz? Hayır, istemiyorum efendim, mecbur edebilmezsiniz. Bir babası kimi. Hayır, neden ona? Bizim şu anda, bir saniye, bizim şu anda. Hayır, 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 istemiyorum. Onun ekmeğine büyük. Allah şimdi rast getirir. Şahnaz Hanım, ananız Brilliant Fatma deyə Bakıda çox məşhur olubdu. Doğrudur mu? Evet. Ne için Brilliant deyiblər ki ona, ne için? Brilliant'ı çok sevirdik biz. Brilliant'ı çok sevirdi. Evet. Adı Brilliant Fatma olub. Evet. Ananız niye dünyasını dəyişib? Niye ölübdü ki ananız? Necə oldu ki öldü ananız? Şeker hastasıydı. Kalp krizinden. Neçə qardaşınız var? 2 tane. Biri vefat etti, biri durur. Cavanşir hardadır? Kharkov'da, Kiev'de iş adamı. Kiev'dedir. İş adamı. Görüşürsünüz mü? Böyle WhatsApp'tan yazışır. Nicatın sənədlərinə baxmaq istəyirəm. Buradadır mı? Gətirin onu. Ona qədər sponsorlarımız haqqında məlumatları verim mən Şahin. Çünki baxıram zaman dəhşətli bir həyat hekayəsi. Baş sponsorumuz Medera Hospital'dır. Bütün şöbələr Medera Hospital'ında fəaliyyət göstərir. Əziz tamaşaçılar, Medera Hospital'ında Gülhane Universitet Xəstəxanasında çalışmış nevrolog Doktor Elxan Muradov Medera Hospital'ındadır. Biraz önce dedim. Baş, boyun, beyin qanamaları, onurğa ağrıları, deməli, beyin, xroniki mərkəzi beyin iltihabı xəstəlikləri. Bax, bu xəstəliklərlə bağlı Doktor Elxan Muradova müraciət edə bilərsiniz. O cümlədən Medera Hospital'ında reabilitasiya, travmatoloji, rekonstruktiv cərrahiyyə şöbəsinin həkimləri Doktor Ceyhun İsmailov, Doktor Rənat Murtuzayev, Gülnarə Nuruzadə tərəfindən avtoqəza və müxtəlif travmalardan sonra yaranmış qırıqların əməliyyatı, yanıq yarası, çapıqlar, diabetik yara, yataq yaralar. Bax, bütün bu deməli, xəstələrin əziyyət çəkən, bu xəstəliklərdən əziyyət çəkən xəstələrin rekonstruksiyası və əməliyyatlarından sonraki bərpası Medera Hospitalına uğurla həyata keçirilir. Qızıl gülümüz var. Bax, o qızıl güllə getmişdim mən. İndi göstərəcəyik. Mütləq sabah göstərək o görüntüləri. Hal-hazırda da ikinci əməliyyatdan sonra qızıl gülün reabilitasiyası həyata keçirilir. Medera Hospitalında Qədir Həsənovla bağlı mən sabah məlumat verəcəm yenə sizə. Biraz öncə mən dedim terapevtimiz, kardiologumuz, biraz öncə gördünüz burada. Digər bir sponsorumuz Virazol qurd əleyhinə vasitədir. Xüsusi sponsorumuzdur. Əziz tamaşaçılar, gigiyenik qaydalara əməl etməyəndə qurd xəstəlikləri yaranır. Əgər uşağınızda elə böyüklərdə qurd xəstəliyi varsa, dərhal müalicə edin. Qurd xəstəliklərinin əsas əlamətləri iştahsızlıq, ürək bulanma, ağız suyunun ifrazı, dişləri qıcama, qəbzlik, qarın nahiyəsinə ağrı, əsəbi və gərgin olmaqdır. Bu kimi hallar varsa, deməli qurd xəstəliyinə yoluxmusunuz və dərhal müalicə edilməlisiniz. Respublikamızın bütün apteklərində satılır. Virazol tabletlər böyüklər üçün, siroplar uşaqlar üçündür. Digər bir sponsorumuz Selenium Apteklər şəbəkəsidir. Qeyd edeyim ki, Selenium Apteklər şəbəkəsində Avropanın ən keyfiyyətli dərmanları satılır. Plabronx, deməli, mənə kömək edin, uşaqlar, mənə kömək edin.
Avropanın ən keyfiyyətli dərmanları satılır və qeyd edeyim ki, Revamega balıq yağı uşaqlarda, deməli, böyüklər və uşaqlar istifadə edə bilərlər. Sağlam, ağıllı, məntiqli uşaqların olmasını istəyirsinizsə, beyinlərinin inkişafını istəyirsinizsə, dərslər yadlarında qalsın deyə, yaddaşlarında qalsın deyə, fikir dağınıqlığı böyüklərdə, xüsusilə də yaşlanma dönəmində olur. Bax, bütün onların qarşısını alacaq Revamega balıq yağıdır. Mütləq və mütləq Revamega istifadə edəcəksiniz. Plabronxo siropudur. Bu mövsümdə uşaqlarda, böyüklərdə öskürəklər var. Bəlğəmli öskürək, quru öskürək. 2 öskürəkdə də siz plabronxo siropundan istifadə edə bilərsiniz. Bütün apteklərdə var. Mixəkdən, kəhliyotu, bağa yarpağı, ümumiyyətlə təbii bitkilərdəndir. Mən həmişə tamaşaçılara müraciət edirəm. Təbii tərkibli dərmanlardan istifadə edin. Kimyəvi tərkibli dərmanlardan uzaq durun. Bugün mən o məlumatı tapa bilmirəm. Mənə bizim əməkdaşlarımız kömək edərsə çox sevinərəm. Çox sevinərəm. Kenzem deməli preparatıdır. Tərkibi köp əleyhinə preparatdır. Digər deməli dərmanlardan fərqi odur ki, donuz mənşəli deyil. 1-2 dəqiqə ərzində köpü götürür. Yəni qarın işləmələrinə və qəbizliyə əla təsir göstərir. Kenzemi deməli dərmanı preparatı və bütün apteklərdə var. Əgər sizdə köp və bu kimi problemlər olur tez-tez, mütləq və mütləq gedib ala bilərsiniz. Digər bir sponsorumuz Narınc Psixologiya, Uşaq Psixologiya Mərkəzidir. Narınc deməli uşaq psixologiya mərkəzlərində biləsiniz ki, tanınmış psixoloqlar və peşəkar psixoloqlar tərəfində yeniyetmə ailələr, abituriyentlər və uşaqlarda aparılan psixoloji, logopedik iş, klinik, müalicəvi bədən tərbiyəsi kimi xidmətlər, övladlarınızın autizm, kəkələmə, serebral iflic, psixinitk inkişafı, ləngiməsi, hiperaktivlik, diqqət yayınlığı, qorxular. Bax, bu kimi xəstəliklər varsa, hara gedəcəksiniz? Akademiya kimi bir mərkəz olan Narınc Psixologiya Mərkəzinə gedəcəksiniz. 9-cu mikrorayon, Xalqlar Dostluğu, Gənclik filialları və təbii ki, Gəncə filialı var. Narınc Psixologiya Mərkəzinin digər bir sponsorumuz Startumlarıdır. Dadlı, ləzzətli və keyfiyyətli. Bu arada reklam arasında mən də Startumlarından istifadə edirəm. Tərtər rayonunda yetişdirilir, yerli məhsuldur, seçmədir. Biləsiniz ki, əl dəymədən hazırlanır. Ən önəmli odur ki, öz məhsulumuz, ona görə öz məhsullarımızı alaq. Uduşlu da əziz tamaşaçılar, gedirsiniz marketlərə alırsınız, içərisində pul uduşu da var, biləsiniz. Həzm prosesinin mədə qıcqırması problemləriniz varsa Startumlardan istifadə edin. Digər bir sponsorumuz Günel Ticarət Mərkəzidir. Bir-birindən gözəl qadın, uşaq, kişi geyimləri yalnız və yalnız Günel Ticarət Mərkəzində, ailə mərkəzidə əziz tamaşaçılar, həm uşaqlar, həm böyüklər, həm belə də kişilər üçün, o cümlədən məişət avadanlıqları, eviniz üçün lazım olan, mətbəxiniz üçün lazım olan o gözəl əşyalar Türkiyədən gətirir. Bütün məhsullar Türkiyəyə məxsusdur. İstər geyimlər, istər məişət avadanlıqları. Təbii ki, Günel Ticarət Mərkəzinə gedəcəksiniz. Günel Ticarət Mərkəzində evinizə və özünüzə istədiyiniz hər şeyi keyfiyyətli və ucuz qiymətə siz əldə edə biləcəksiniz. Mərdəkan qəsəbəsinə, Yeni Günəşli qəsəbəsinə, Hövsan qəsəbəsinə, Binə qəsəbəsinə, Həzi Aslanman metrosunun yanında Günel Ticarət Mərkəzinin şöbələri var. Gedirsiniz ora, mən Hacı bir daha hər dəfə müraciət edəcəm, çünki tamaşaçılar mənə zəng eləyir. Sənaq Aramın adından gələn hər kəsə xüsusi endirimlər edin. Çünki mövsüm geyimləri var, hər kəs bilsin. Və mən sizə suallar verdim. Sənədi mən istəyirəm. Oteldə mi? Amma bugün ana ilə görüşəcəkdik biz o sənədlərin bizə. O zaman mən belə bir sual verim. 2000-ci ildə, siz dediniz ki, 2000-ci ildə uşağı gətirdilər. Uşağı 2000-ci ildə övladlığa götürdünüz, eləmi? Hayır. Nədən 2098? 98 idi. Elə 98 idi. Ay, Şahnaz xanım. Əfəndim? Niyə istəmirsiniz ki, Pərviz bəy xəttə qoşulsun? Xoşqədəm hanım, geçmişə dönmək istəmiyorum. Gerek yok. Eğer öyle olursa biz buranı terk edelim lütfen. Bizim konumuz budur. Geçmişi istemiyorum.
Amma İlahə öz övladı üçün buradadır. Göz yaşları tökür. Tamam mı? Baxmayaraq ki, İlahə sən dedin ki, tam elə bil ki, həyat yoldaşımdır. Həyat yoldaşı, üzr istəyirəm ifadəmə görə. Görüşdüyün kişi. Gördüyün, üzr istəyirəm, çox üzr istəyirəm. İlahə, mənə danış. Nicatın oxşarlığı varmı? Onsa DNA olacaq. Mən Medera Hospitalına müraciət etmişəm. Mən təşəkkür edirəm, buradan salamlayıram Lalə xanımı. Sabah hər iki tərəf və bu iş Türkiyədə aparılacaq əziz tamaşaçılar bir ay vaxt alacaqdır. Amma yenə də mən sual verirəm. İlahə, buyur. Xoş geldin xanım. Sarıldın arkada da yəni göz yaşlarına. Dedin ki, bu mənim oğlumdur. Nə sənə o mənim oğlumdur deməyə məcbur etdi? Eynən o adamdır da, eynən kopya. Bu qədər də yəni təsadüf, bu qədər də oxşarlıq olmaz. 2000-də tanış, 99-da tanış olduğum həmən elə bir ki oğlan. Xoş gedən xanım, baxın da gözlər, baxışlar nə qədər oxşuyur. Necə? Gözlərimiz oxşamırmı? Gözləriniz oxşamırmı? Bu oxşamaqla deyil, mənə də oxşayan insanlar var. Amma DNA testi deyilən bir şey var yəni. İlahə, onun üçün deyirəm ki... Olsun. DNA olsun yəni. Əlbəttə olsun. Amma orada da çıxacaq, mən bilirəm. Çünki bu qədər atası ilə oxşarlıq ola bilməz. Brilliant Fatma. Bir gün evində ölü tapılır. Aa, yalan. Yalan palavra. Hangi evinde? Burada Bakü'de öldü yanımda. Şeker hastasıydı. Kaliningrad'dan geldi. Samalyottan indi. Hatta komşularım da şahit. Eli yalanı konuşsunlar ki. Cavanşir sizin ögey kardeşinizdi mi? Benim mi? Hayır, öz kardeşim. Doğma. Senaryonu güzel oynasınlar. Göyçek'in başını yediler. Benim başımı yiyebilmediler. Göyçek kimdi? Bayıl'da, Sebail rayonunda. Gidip başına gazın kötü iş getirdi. Benden evli ola. Her şeyini açıklamak istemiyorum. Çünkü komşularım var benim. Türkiye beni bakın. Perviz Bey. O eğer konuşursa lütfen ben oğlumu götürüp buradan çıkıram. Perviz Bey, bir saniye. Perviz Bey. Eşidirəm. Perviz Bey, niye xəttə qoşulmaq istəyirsiniz ısrarla? Nələr demək istəyirsiniz? Şahnazın bəzi sözlərinlə mən razılaşmıram. Onun üçün mən qoşulmaq istəyirəm efirə. Ay sus Perviz. Şahin.